Elvin Əsgərov start fitini verəcək və mən Sumqayıtın heyəti ilə sizi tanış edeyim. Qonaq meydan sahibləri qapıda 1 Şahrudin Məhəmmədəliyev, 2 Slavik Alxasov, 3 komandanın kapitanı Vurğun Hüseynov, 5 Cəmil Hacıyev, 10 Uğur Pamuk, 13 Murad Ağayev, 14 Bəxtiyar Həsənalızadə, 16 Elnur Abdulov, 18 veteran Aleksandr Çertoqanov, 22 Tofiq Mikailov və 39 Emin Mehdiyev. Komandanın baş məşqçisi Sumqayıt futbol məktəbində yetirməsi Aqil Məmmədovdur. Və Rüstəm, mən istərdim qonaq Xəzər Lənkəran komandasının start 11-liyi ilə tamaşaçılarımızı tanış edək. Qapıda 1 Orxan Sadıqlıdır, 3 Rasim Ramaldanov, 8 Elşən Rızazadə, 9 Orxan Əliyev, 11 Kazım Kazımlı, 12 İlyas Səfərzadə, 14 Rahid Əmirquliyev komandanın kapitanı, 18 Tural Cəlilov, 27 Adrian Skarlataki, 97 Elnur Cəfərov və 99 Masum Qəmbərli komandanın baş məşqçisi, veteran futbolçumuz, Azərbaycan futbolunun ən parlaq simalarından biri olan Yunis Hüseynov'da. Və bu qarşılaşma başladı. Dərhal Xəzər Lənkəran yüksək temp təklif etməyə çalışır. İlk qayda pozuntusu maçın elə birinci dəqiqəsində qeydə alındı. Sumqayıt onu yerinə yetirəcək. Bəxtiyar Həsənalızadə yavaşça topun arxasına yaxınlaşacaq və onu meydançaya oyuna daxil edəcək. Hakimlər briqadasına da tanış olun. Referi baş hakim Elvin Əsgərovdur, milli dərəcəli hakim. Ona yenə milli dərəcəli hakimlər kömək edirlər. Xətt hakimləri Rahil Ramazanov və Kamran Bayramov. 4-cü hakim Etibar Həsənov, AFFA nümayəndəsi Nüvər Xasiyev. Hakimlərin işinə isə hakim inspektor Əli Hüseynov qiymət verəcək. Sumqayıtın ilk hücumçatı solcaqdan Slavik Alxasov cəbhə meydançasına top ötürür. Rasim Ramaldanov onun qarşısını alır və sürüşmə fəndi ilə topu komandasında saxlayır. Xəzər Lənkəran sürətli oynamağa çalışacaq sağ cinahda. Xeyli vaxt dirdi Orxan Əliyev. Ötürməsi dəqiq alınmır. Murad Ağayev topun qarşısını aldı. Slavik Alxasov haqqında danışdın. Rüstəm, Slavik Alxasov yeri gəlmişkən Sumqayıtın heyətində Azərbaycan çempionatlarında ən çox oyun keçirmiş futbolçudur və bugünkü görüş onun üçün 94-cüdür. Ümumən isə keçən mövsüm Slavik Alxasov 31 oyunda komandasına yardımcı olub. İlk pauza. Oyunda Slavik Alxasov elə həmin futbolçu rəqibin cərmə meydançası ətrafında ləngib qalmışdı. Görünür hansısa ayağında problemlər var, amma həkim müdaxiləsinə ehtiyac olmadı. Tofiq Mikailov da fair play qaydalarına uyğun olaraq topu rəqibə Xəzər Lənkərana verir. Rüstəm, komandaların heyətləri ilə tanış olduq. Mən sizə qeyd edim ki, birinci turdan fərqli olaraq Xəzər Lənkəran demək olar ki, heç bir start heyətdə dəyişiklik etmir. Demək olmaz yox, elə belədir. Sumqayıta gəlincə isə burada dəyişikliklər olub. Belə ki, həftənin əvvəlində hücumçu Pərviz Fərcad Azadın zədələndiyi xəbəri var idi və görünür elə bu zədə də öz rolunu oynadı. Belə ki, bugünkü oyunda o meydanda yoxdur. Elnur Abdulov onu əvəz edir və digər bir xəbər ondan irəli gəlir ki, birinci turda Ağabala Ramazanov Sumqayıtın əsas hücumçusu qırmızı vərəqə almışdı və bu səbəbdən də bu oyunu buraxır. Yeri gəlmişkən həmin o Ağabala Ramazanov ki, onun üçün bu oyunda çox prinsipial bir xarakter daşıyacaqdır. Çünki vaxtilə məhz Xəzər Lənkəranın formasını geyib bu gənc futbolçu. Bəs Lənkəranda parladı Ağabala Ramazanov məhz Xəzər Lənkəran heyətinə milli komandamıza dəvət aldı və Xorvatiya ilə görüşdə də debüt elədi Ağabala Ramazanov, amma Rəvanla görüşdə aldığı qırmızı vərəqə onu bu maçı buraxmasını şərtləndirir. Xorvatiya ilə görüşdən danışdıq. Bir daha azarkeşlərimizə üzümüzü tutub. Dünən də bu barədə xəbər vermişdik. Yığma komandamız yeni sınaq qarşısındadır. Sentyabrın 3-də Bakseli Arenada Xorvatiyanı qəbul edəcək. Həmin o Xorvatiyanıdır ki, səfərdə iri hesabla onlara məğlub oldu. Amma bu dəfə təbii ki, bu məğlubiyyəti unutturmağa çalışacaq bizim futbolçularımız. Üstəgəl yeni baş məşqçimiz elə əslən Xorvatiyada olan Robert Prasinyeçki ilə ümid etmək istəyirik ki, komandamız yaxşı nəticə göstərəcək. Odur ki, əziz futbol sevərlər, komandamız dəstəksiz qoymayaq. Biz birlikdə güclüyük. Həqiqətən də gələk komandamızın oyunundan həzz alaq və güman edək ki, yekunda da qalib tərəf biz olacağıq. Xəzər Lənkəran heyətində itkilər var. Əslində daha doğrusu onlar yeni transferlərin xidmətlərinə yarana bilmirlər. Ona görə mən sadəcə futbolçuların bəzilərinin gənc olduğunu, daha az bəlkə də tanındığını nəzərə alaraq yaxın dəqiqələrdə hər iki komandanın taktiki sxemlərinə sizi tanış edərəm. Xəzər Lənkəran 4-2-3-1 oynayır. Müdafiə xətti ən təcrübəli kimi görünür. Çünki müdafiə mərkəzində Rasim Ramaldanov və Adrian Skarlataki oynayırlar. Sağ cinahda Tural Cəlilov, sol cinahda isə gənc Mahsun Qəmbərli 1996-cı il təvəllüdlü futbolçu. İki dayaq yarım müdafiəçisi Elşən Rızazadə və komandanın kapitanı Rahid Əmirquliyev. 3 hücuma meyilli yarım müdafiədə soldan sağa İlyas Səfərzadə, Orxan Əliyev və Elnur Cəfərov. Yeri gəlmişkən Elnur Cəfərov birinci turda Interin qapısına vurulan qollardan birinin müəllifi olmuş.
olmuşdu və ön xəttdə də yeganə hücumçu 11 nömrəli oyuncu Kazım Kazımlı, bu da Xəzər Lənkəranın yetirmələrindən biridir. Maç başlandı. Mən sizə xatırlatmaq istərdim ki, birinci turda komandalar fərqli nəticələr göstəriblər. Sumqayıt səfərdə Rəvanla heç-heçə oynadı, qolsuz 0-0. Xəzər Lənkəran isə doğma meydanda Interin qapısından 2 top keçirməklə yekunda 2-0 hesablı qələbə əldə etdi. İndi Ramaldanov topu yan xəttdən çıxarır. Komanda yoldaşının zədələndiyini gördü. Sağ cinah oyuncu Tural Cəlilovdur bu. Rəqibin cərimə meydançası ətrafında yerdə qalmışdı. Yenidən həkim müdaxiləsinə ehtiyac olmadı. Komutluqdan söhbət getmir əlbəttə iş dəqiqələrdən. Baxmayaraq ki, Alxasov bir neçə dəqiqə əvvəl yerdə qalmışdı. İndi Tural Cəlilovun hakim oyunun saxlanmasına ehtiyac olduğunu göstərdi. Amma futbolçu ümumiyyətlə ki, səliqəli oyun göstərirlər. İlk dəqiqələrdən gərginlik o qədər də yüksək deyil. Yəni söhbət komutluğa və sərt oyuna çevrilən gərginlikdən gedir. Ümumiyyətlə əlbəttə ki, hər iki komandanın üzərində bu maçda qələbə qazanmaq məqsədi dayanıb və onların öz üzərində müəyyən təzyiqlər var. Ötən gün təqdim etdiyimiz Azal Qəbələ görüşündən fərqli olaraq çox gözəl bir halla indi rastlaşırıq Kapital Bank Arenada. Belə ki, tribunalar artıq tam doludur. Necə ki, siz görürsünüz, hörmətli tamaşaçılar. Və burada sən reportajın əvvəlində Rüstəm əvvəldən qeyd etdiyin kimi Lənkərandan da gələn azarkeşlər var. Düzdür, onların sayı təbii ki, bir qədər azdır. Amma hər halda qonaq komandanın da azarkeşlərini görmək bu oyunda çox xoşdur. Atatürk Sumqayıt, Emin Mehdiyev hakim oyunu dayandırdı. Yenidən atmaq lazım olacaq yerindən. Görüşdə 6-cı dəqiqə gedir və hələ ki, hər hansı bir təhlükəli hücum biz nə qonaq komanda və nə yaxud da meydan sahiblərinin ifasında görə bilməmişik. Hakim atışı ilə oyunu davam elədir. Aydemir Quliyev topu Sumqayıt tərəf göndərir. Sumqayıt da oxşar sxemlə oynayır. Ümumiyyətlə dünya futbolunda hal-hazırda dəbdə olan taktiki sxemdir. 4 müdafiəçi, 2 dayaq yarım müdafiəçi, 3 hücuma meyilli. Mən indi taktiki məqamları bu hücumdan sonra bitirər, amma Slavik hazır yenidən hücuma qoşulub, amma onun ötürməsinin növbəti dəfə Rasim Ramaldanov qarşısını almağı bacardı. Sumqayıtın müdafiəçiləri sağdan sola Cəmil Hacıyev oynayır, sağ müdafiəçi. Müdafiə mərkəzində Bəxtiyar Həsənalzadə və Vurğun Hüseynov cütlüydü. Sol müdafiədə isə Slavik Alxazov oynayır. Murad Ağayev və Aleksandr Çetəqanov 2 dayaq yarım müdafiəçidir. 3 hücuma meyilli futbolçu Emin Mehdiyev, Uğur Pamuk və Tofiq Mikailov. Yeganə forvardda 16 nömrəli futbolçu Elnur Abdulov. Hazırda Aydemir Quliyev sol cinaha topu ötürmüşdü İlyas Səfərzadəyə. Xəzər Lənkəranın hücumunu izləyirdi, amma hücum bir o qədər də yaxşı olmadı. Belə ki, İlyas Səfərzadə gənc futbolçu ötürməsini cərimə meydançasına olduqca pis etdi. Bu səbəbdən də hücum qapıya zərbə endirilmədən başa çatdı. Şərudin Məhəmməd Əliyev topu oyuna daxil edəcək. Onun da fiziki durumu ilə bağlı suallar var idi. Rəvanla görüşdə zədələnmişdi və Tənan Əhmədli ikinci qapçı ilə əvəzlənmişdi. Maça meydançaya çıxıb çıxmayacağı bir neçə gün sual altında olsa da həkimlər onu bu oyuna çatdıra bildilər və qapıda öz yerini tutub Şərudin Məhəmməd Əliyev. Sumqayıt futbolçuları hazırda pressing tətbiq etmək istəyirlər və zənnimcə bu pressing öz bəhrəsini verə bilər, amma yox, Xəzər Lənkəran oyunçuları çətinliklə olsa da topu özlərində saxlaya bildilər. Yalnız indi meydanın mərkəz istiqamətində topa nəzarəti itirirlər. Qarşılıqlı ötürmələrdə səhvlərə biz indi şahid oluruq və indi nəticədə Sumqayıt komandası topu oyuna outdan daxil edəcək. Biz bir daha xatırladaq ki, bu maçı yüksək keyfiyyətlə HD yayımda izləmək istəyirsinizsə 3w.cbcs.tv saytına daxil ola bilərsiniz. Bu arada meydan sahiblərinin hücumunu izləyək. Sağ cinahdan hücumu təşkil etməyə çalışırlar. Cərimə meydançasında ötürmə etmək istəyi olsa da bu baş vermədi. Və qayda pozuntusu çox təhlükəli mövqedə Sumqayıt cərimə zərbəsi yerinə yetirəcək. Etiraz edir Rasim Ramaldanov. Bir anda yerdə qaldı Elnur Abdulov Rasim Ramaldanovla mübarizədə. Hətta inersiya ilə məcburiyyətdən əllə də oynadı, amma Elvin Əsgərovun işarəsi məhz Xəzər Lənkəranın qapısına idi. İndi canlı sədd qurulacaq. Yəqin ki, bir neçə futbolçu orada olacaq. Görür, Rasim Ramaldanov arxadan rəqibini itələyir və düz cərimə meydançasının yarım çevrəsinin içində təxminən 16 metrdən bir qədər artıq məsafədən cərimə zərbəsini Sumqayıt yerinə yetirməlidir. Rüstəm, mən başa düşmədim. Rasim Ramaldanov burada nəyə etiraz edirdi? Adətən belə fənlər futbolda yox, reqbidə edilir. Yəni, açıq-aşkar qayda pozuntusu burada var idi. Futbolçular üçün istənilən onun hərəkəti
hərəkəti qaydalar çərçivəsində də əlbəttə o özünü kənardan çox görmür və etiraz da futbolun da bir tərkib hissəsidir demək olar. Bu əlbəttə necə deyirlər, həddini aşmayan. Orxan Sadıqlı hazırda canlı sədin necə qurulmasını orada olan futbolçulara deyir. Neçə nəfərdən ibarət canlı səd qurulur? 4 nəfərdən ibarət canlı səd qurulur. Xəzər Lənkəranın qapıçısı Aqil Məmmədov çox diqqətlidir. Belə ki, komandası real bir şans əldə edir. Çünki bu nöqtədən topu birbaşa qapıya da göndərmək olar. Murad Ağayev və Çırtaqanov var topun arxasında. Hər ikisi zərbə endirə bilər. Çırtaqanov ifasında görmüşük milli çempionatın maçlarında bu cür qollar. Hər kəs Levin Əsgərovun işarəsini gözləyir, işarə verilir və Çırtaqanov yaxınlaşır topa, onun zərbəsi ilə top qapıdan keçir. Oyunun 10-cu dəqiqəsində Sumqayıt Xəzər Lənkəranın önündə hesab açır. Aleksandr Çırtaqanov Azərbaycan futbolunun və Sumqayıtın veteranlarından biri hesab açır. Vaxtla yığma komandamızın da üzvü olan Aleksandr Çırtaqanov topu yerlə qapıya göndərmək qərarına gəldi və biz görürük ki, bu qərar tamamilə doğrudur, ona uğur gətirdi. Komandası hesabı açdı. Üzr istəyirəm, dəqiqləşdirmə falan. Əlbəttə, zərbənin müəllifi Bəxtiyar Həsənalzadə idi. Üzr istəyirik bu səhifə görə hörmətli tamaşaçılar. Bəxtiyar Həsənalzadə qüvvətli zərbə ilə topu canlı səddin yanından qapıcıdan uzaq küncə göndərdi və Orxan Sadıqlı bu topa çata bilmədi. Bəxtiyar Həsənalzadə təbriklər Sumqayıt azarkeşlərinə. 11-ci dəqiqədə Sumqayıt Xəzər Lənkəran önündə hesabda öndədir 1-0 hesabı ilə. Hər halda bu qolun vurulmasında Orxan Sadıqlının da düşünürəm ki, günahı var. Belə ki, qapçı məhz həmin küncdə durmalı idi. Səddə onda canlı səddi nədən qurursan? Amma görünür qapçı düz mərkəzdə yerini tutmuşdu və belə olan halda bu topa sıçrayışda gecikmişdi. Nəticədə də qol buraxdı. Beləliklə Sumqayıt Xəzər Lənkəran görüşündə hesab açılır. 1-0 qolun müəllifi cərmə zərbəsindən sonra Murad Bəxtiyar Həsənalzadə idi. Bəli, 14 nömrəli futbolçu, dəqiqləşdirək. Bir anın içində hər ikimiz qarışdırdıq burada vəziyyəti, amma Bəxtiyar Həsənalzadə Sumqayıtın mərkəz müdafiəçisi, komandanın nümayəndələrinin dediyinə görə ən istedadlı futbolçularından biri və artıq bir neçə ildir ki, Sumqayıtın əsas heyətində yer alır bu futbolçu hesabı açdı. Reportajın lap əvvəlində qeyd etmişdim ki, Rüstəm bu komandaların keçən mövsüm keçirdiyi 4 oyunda 11 top vurulmuşdu və belə bir oyun yox idi ki, həmin bu komandaların qarşılaşdığı görüş qolsuz nəticələnsin. Və artıq bu dəfəki bu çempionatın ilk oyununda da biz deyə bilərik ki, oyun qolsuz nəticələnməyəcək. Çünki artıq bir topumuz var. Ümid edək ki, qarşıdakı dəqiqələr ərzində və oyun da bunu göstərir. Oyun da buna bizə deməyə əsas verir ki, bu görüşdə bu sonuncu qol olmayacaq. Üstəlik 7 maçdır ki, bu komandalar arasında heç içə qeydə alınmır. Deməli, Xəzər Lənkəranın sona qədər şansları qalacaq. Əlbəttə, statistikaya inansaq, Murad Ağayev indi tam ki, bu komanda rəqibini keçdi. Bir qədər pauza verdi, indi geriyə oynayacaq. Qolun müəllifi Həsənalzadəyə, o yüzden bir qədər də geriyə oynamadı. Allah'tı Kazımlını Çırtaqanov. Və belə olan halda düşünürəm ki, indi Sumqayıt bir qədər özünü rahat hiss edə bilər. Belə ki, biz bilirik ki, Sumqayıt əks hücumlarda çox gözəl oynaya bilən bir komandadır. Gənc futbolçular olduqca sürətlidirlər və müdafiədən hücuma keçərkən tez bir zamanda bunu 1-2 ötürməyə rəqimin cərmə meydançasına çata bilirlər. Xəzər Lənkərana gəlincə isə təbii ki, indi hücuma atılmalıdırlar, hücuma keçməlidirlər. Çünki artıq hesabda geridədirlər. Bu hesab heç də onları qane etməz. Sumqayıt ümumiyyətlə son illərdə xüsusilə də cinah oyuncuları sürəti və texnikası ilə seçiliblər və komandanın cinahlarından adətən rəqibə təhlükə gəlir. Və komanda, əlbəttə, rəqib baş məşqçilər də bu məqama önəm verirlər. İndi Kazımlı Vurğun Hüseynovla mübarizədə qaydanı pozdu. Vurğun Hüseynov inamlı şəkildə gövdəsini topun qarşısına qoydu və onu rəqibdən uzaqlaşdırdı. Kazımlının isə qaydanı pozmaqdan başqa çarəsi qalmadı. Sumqayıt cərimə zərbəsini öz qapısı ətrafından alt xətti yaxınlığına yerinə yetirəcək. Ümumiyyətlə, Sumqayıtın gənclər siyasətini qənaətbəxş saymaq olar. Artıq neçənci ildir ki, bu komanda gənc Azərbaycan futbolçularına üstünlük verir və sonradan onları digər Azərbaycanın tanınmış komandalarına transfer edir. Bu futbolçular arasında mən Məhəmməd Qurbanovu qeyd etmək istərdim. Keçən mövsüm Sumqayıtda 13 qol vurmuş futbolçu artıq bu mövsümdən etibarən Neftçiyə transfer olunub və Neftçinin şərəfini qoruyacaq. Yeganə bu tura qədər Elnur Abdulov da cinahda biz çox tez görmüşük. Yeganə nominal hücumçu Pərdiz Fərcad Azad var idi. Hansı ki, hücum xəttində biz tez görmüşdük. O da bu maçı Şəmsəddin
bir qədər əvvəl dediyi səbəblərdən buraxır. İndi Slavik Alxazov sol cinahdadır. Çox fəaldır bu futbolçu ilk dəqiqələrdən. Artıq 3-cü dəfədir ki, hücuma qoşulub. İlk 14-15 dəqiqə ərzində və effekt verir. Çırtaqanov diqqət, Həsənzadə ilə qarışdırmayaq onu. Topu itirdi və qaydanı da pozdu Sumqayıtlı futbolçu. Təhlükəli oynadı rəqibinə qarşı. Elvin Əsgərov əli havada, ayda açıq əllə və sərbəst zərbə yerinə yetirəcək Xəzər Lənkəran. Rüstəm Məhəmməd Qurbanovu qeyd elədi və mən indi statistikaya baxıram. Sən demə, Məhəmməd Qurbanov ümumən Sumqayıtın heyətində rekorda imza atmış bir futbolçudur. Belə ki, Azərbaycan çempionatlarında Sumqayıtın heyətində ən çox qol vurmuş oyunçudur. Onun ümumən cəmdə Sumqayıtın heyətində 18 qolu var. Əlbəttə, bombardiri itirmək asan deyil və növbəti mövsüm onsuz başlamaq asan deyil. Amma Sumqayıt, sən dediyim kimi, artıq bir neçə ildir ki, əsas futbolçularını itirir və yerini də inamla, uğurla doldurmağa bacarır. Komanda həmçinin Premier Liqada yerini qoruyur və hər dəfə də bu komandanın heyətindən bir neçə futbolçu digər klublara transfer olunur. Klub bundan müəyyən gəlir əldə edir və özü uşaq futbol məktəbinə həmin pulları yatırır. Əgər Sumqayıtın bu siyasətindən danışdıqsa, Xəzər Lənkəranda tam fərqli bir nəticələr uğrunda mübarizə aparırlar oyunçular meydanda. Belə ki, Xəzər Lənkəran yarandığı gündən artıq iddialı bir komandadır. Çempionluq və ölkə kubuku uğrunda yarışlarda ən yüksək nəticələr uğrunda mübarizə aparır. Və təbii ki, bu mövsümdə istisna olmayacaq. Komandanın transfer siyasətinə baxsaq, gələnləri görsək, bunlar arasında Orxan Əliyev, Vüqar Nadirov, Rəşad Eyyubov, Vaqif Cavadov, Ruslan Abışov, Pavel Kapsa və Diego Souzanı qeyd edə bilərik. Yəni bu futbolçular Azərbaycanda çox tanınır. Yığma komandanın üzvləri olublar. Əslində Vüqar Nadirov və Vaqif Cavadov, eləcə də Ruslan Abışovu nəzərdə tuturam. Yəni bunlar təbii ki, Xəzər Lənkəranın oyununu bir xeyli gücləndirəcəklər. Amma təəssüf ki, hələ ki Xəzər Lənkəran bu futbolçuların köməyindən istifadə edə bilmir. Birinci turda istəklərinə çatdılar. Bu futbolçular olmadan 2-0 hesabı ilə güclü Bakının Inter komandasına qalib gəldilər. Amma indi ikinci turdur və biz görürük ki, artıq Sumqayıtla oyunda çətinliklərlə üzləşiblər. Xəzər Lənkəran komandasının oyunçuları hələ ki 0-1 hesabı ilə geridədirlər. Yeri gəlmişkən o da qeyd edək ki, sadaladığımız futbolçular artıq komandaya 4-cü turdan köməklik edə biləcəklər və həmin turda Xəzər Lənkəranın rəqibi Qarabağ olacaq. Səfərdə oynayacaqlar. Qarabağ Xəzər Lənkəran görüşü olduqca maraqlı keçməlidir. Növbəti alt Sumqayıt eyfasında Cəmil Hacıyev topu oyuna yan xəttdən daxil eləyəcək. Sumqayıt böyük qüvvə ilə hücuma gəlib demək olmaz. Cəmil Hacıyevdə 2 futbolçu var. İndi Tofiq Mikailov da ora daxil olur. Cəmil Hacıyev topu qəbul elədi. İlyas Səfərzadənin keçdi. Onun cərimə nəticəsində ötürməsi. Öndürəkdə Rasim Ramaldanov topu qarşılayır. Rahid Əmirquliyev isə xata məndən uzaq prinsipi ilə topu uzaqlaşdırır və Bəxtiyar Həsənzadəyə qədər top getdi çatdı. Həmin vəziyyətdə ən düzgün qərar verdi Xəzər Lənkəranın ən təcrübəli futbolçusu, komandanın kapitanı. Risk etmədi, baxmayaraq ki, biz bilirik ki, yüksək texnikaya malik olan bir futbolçudur Rahid Əmirquliyev, amma düşündü ki, nədən burada risk edək, topu vuraq qabağa, sonra qazanıb istənilən hücumu qurmaq olar. Ramaldanova hava mübarizəsində qalib gəlmək çətindir. 1,91 m boya malik olan mərkəz müdafiəçisi Elnur Abdullayevdan məğlub ayrıldı mübarizədən. Elnur Cəfərov topladı və qayda pozuntusu Alxasov tərəfindən. Düşünürəm ki, Rasim Ramaldanov indi üzərində daha böyük məsuliyyət hiss edəcək. Çünki cərimə zərbəsi məhz onun səhvindən sonra yerinə yetirildi və həmin cərimə zərbəsindən sonra da Sumqayıt komandası hesabı açdı. Bir daha xatırladaq ki, görüşün 11-ci dəqiqəsində Sumqayıtın heyətində bunu gənc futbolçu, 13 nömrəli oyunçu, 14 nömrəli oyuncu Bəxtiyar Həsənzadə. 14 nömrəli, üzr istəyirəm, çox sağ ol Rüstəm məni düzəltdiyi üçün 14 nömrəli futbolçu Bəxtiyar Həsənzadə çıxmışdı. İş dəqiqələrində işte bizdən isə Bəxtiyarla münasibətlər yaxşı alınmış. Sağ cinahdan ötürmə, cərimə meydançasına tərəf. İlyas Səfərzadə hücumu qapıya bilər, onun zərbəsi və top qapının yanından keçir, çox təhlükəli idi. Etiraz var Xəzər Lənkəranlı futbolçulardan, kül zərbəsi onlar istəyirlər, amma Elvin Əsgərov metodiki yolla sakitcə Orxan Əliyev və Rahid Əmirquliyevə başa salır ki, toxunuş yox idi və Şəhrudin Məhəmməd Əliyev topu oyuna daxil etməlidir. Təkrarını izləyək, İlyas Səfərzadənin zərbəsi. Belə görünür ki, toxunuş həqiqətən yox idi. Görüşün 18-ci dəqiqəsində Xəzər Lənkəran ilk yadda qalan hücumu reallaşdırdı. Bir daha xatladaq, hesab 1-0-dır, Sumqayıt öndədir. Amma onu da qeyd etmək yerinə düşər ki, Rüstəm, Sumqayıt qolu vurandan sonra hələ ki, hər hansı bir digər maraqlı hücumla yadda qalmayıb. Top uğrunda hazırda mübarizə gedir. Burada sanki qayda pozuntusu var idi, amma görüşün baş hakimi Elvin Əsgərov həmin mövqeyə yaxın idi, oyunu davam etməyə qərarı verdi. Bəxtiyar Həsənzadə
mübarizədən qalib ayrılır. Top yenidən hava ilə səyahət edir bir komandadan digərinə. Yekunda Rahid Əmirquliyev də qaldı. O daha texnikalıdır və bundan istifadə edib komandasına cərimə zərbəsi də qazandırdı. Emin Əskərov bu vəziyyətdə bir qədər tələsdi. Belə ki, Rahid Əmirquliyev baxmayaraq ki, ona qarşı qayda pozulmuşdu. Macal tapıb dəqiq götürməyə də bilmişdi komanda yoldaşına və belə olan halda hakim oyunu davam etdirsəydi, Xəzər Lənkəranın hücumu da davam edə bilərdi. Çırtaqanov sağa baxır. Orada Emin Mehdiyev var qarşısında müdafiəçi. Onu anlatmağa çalışır. Emin Mehdiyev Mahsun Qəmbərlidən sıyrılır, ötürmə verir. Amma Rasim Ramaldanov yenidən ön dirəkdə hamını qabaqladı. Out'u yerinə yetirəcəklər meydan sahibləri. Cəmil Hacıyev topu oyuna daxil etdi. Daha bir out və yenidən bunu Sumqayıtın 5 nömrəli futbolçusu edəcək. Yəni topu oyuna daxil edəcək. Out. Əl dəyişdirir. Türkiyə həmkarlarımız belə epizodları bu cür adlandırırlar. Yəni Xəzər Lənkəranı yerinə yetirməlidir out'u. Mahsun Qəmbərli komanda yoldaşlarını irəli səsləyir. Uzun atış. Çırtaqanov hər yerdədir. İlk dəqiqələrdən Skarlatake, Rahid Əmirquliyev və bir qədər qeyri-dəqiq mübarizədən Sumqayıtı futbolçular qalib ayrılırlar. Elnur Abdulovun düşüncəsi dahiyanə idi, amma komanda yoldaşı nə onu anladı, nə də topun ötürüldüyü yerdə oldu. Xəzər Lənkəranın tələsmədən öz hücumunu qurmağa çalışır. Rasim Ramaldanov topladı, kimə topu ötürəcəyinə baxır. Elşən Rızazadə irəliləyir, mərkəz xətti keçməyə çalışır və ona qarşı qayda pozulur. Rahid Əmirquliyev cərimə zərbəsində yerinə yetirdi. Çox gözəl hərəkətlər Elnur Cəfərovdan irəliləyir, amma buradan müdafiəçilər onun qarşısını kəsə bildilər. Lakin Xəzər Lənkəranın hücumu davam edəcək. Qapıya zərbə olacaqmı? Bu hücum qapıya zərbə ilə tamamlanacaq. Xeyr, belə olmur. Lakin yenidən qonaqlar topu qazanırlar və uzaq məsafədən qapıya zərbəni endirən futbolçu Xəzər Lənkəranın mərkəz müdafiəçisi Rumıniyalı Skarlatake olur. Bunu da statistika naminə ikinci zərbə kimi qeyd eləmək olar Sumqayıtın qapısına tərəf. Hərçənd nə təhlükə yaratmadı meydan sahiblərinin qapısı qarşısında. Skarlatake daha yaxşı zərbələri endirə bilir. Üstədə cərimə zərbələri onun çox təhlükəlidir. Belə bir imkan olarsa, yəqin ki, Rumıniyalı müdafiəçi bunu isbatlamağa çalışacaq. Dünənki oyundan fərqli olaraq Rüstəm, mənə gəlir ki, sənə də xoşdur tribunaların dolu olduğunu görmək. İstərdi ki, bütün oyunlarımızda Topaz Premyer Liqasının Azərbaycan çempionatının bütün oyunlarında bax bu cür mənzərəyə şahid olaq. Əlbəttə, bütün məqamlar bir-biri ilə bağlıdır. Klublar, Azərbaycan klubları Avropada nə qədər uğurlu çıxış eləyərsə, milli komandanın uğurları nə qədər çox olarsa, həmçinin buna mən deyərdim ki, bizim həmkarlarımızın, bizim özümüzün fəaliyyətimizdə daxildir. Milli çempionat oyunları nə dərəcədə, necə gözəl, yaxşı işıqlandırarsak, şübhəsiz ki, azarkeşlərin də marağı artacaq və mən tamamilə əminəm ki, Azərbaycan çempionatının bütün maçlarının dolu tribunlar önündə keçəcəyi gün uzaqda deyil. Skarlatake topu sağ cinaha göndərir. Xəzər Lənkəran tələsmədən öz növbəti hücumunu qurur. Rahid Əmirquliyev. Son bir neçə dəqiqə ərzində zənnimcə əgər topa kimin daha çox sahib olmasını desək, Xəzər Lənkəran komandası mənə gəlir ki, öndə olardı. Çünki son 5-6 dəqiqə ərzində qonaqlar topa daha çox nəzarət edirlər, topu daha çox özlərində saxlaya bilirlər. Amma ola bilsin ki, Rüstəm, bu hesabın açılmasıyla da bağlıdır. Sumqayıt artıq hesabı açıb və Sumqayıt indi böyük qüvvə ilə hücuma atılmaq istəmir. Rəqibi bir qədər özünə çəkmək istəyir və sonradan bəlkə də təhlükəli əks hücumlar quraraq ikinci qolunu vurmaq məqsədi güdür. Artıq bir neçə dəfədir ki, mərkəz müdafiəçiləri istər Həsən Alzadə olsun, istər Vurğun Hüseynov olsun, uzun ötürmələrlə cinah oyuncularını tapmağa çalışırlar. Həmçinin amma hesabda geri olan komanda perspektivli hücum, şübhəsiz ki, mərkəzdə topu nəzarət eləməkdən bir neçə ötürmədən başlayır. Xəzər Lənkəran buna çalışır. Bunun öhdəsindən yaxşı gəldiyini demək olmaz qonaqların. Tablodakı hesab da əslində elə ümumi oyunun gedişini əks etdirir. 1-0 meydan sahibləri öndədir. İndi Elnur Abdulov Skarlatake mübarizəsindən forward Abdulov qaydanı pozdu və Xəzər Lənkəran cərimə zərbəsi yerinə yetirəcək. Orxan Sadıqlı topu Skarlatake üçün saxladı. Ramaldanova göndərir. Növbəti Xəzər Lənkəran hücumu müdafiənin mərkəzindən başlayacaq. Cəlilov, Ramaldanov. Vaxtilə Simurqda çiyin-çiyinə birgə oynamış futbolçular. İllər sonra Xəzər Lənkəranda da eyni komandanın uğurları üçün tər tökürlər.
İkinci tura bir daha qeyd edək ki, sabah yekun vurulacaq. Ötən gün 2 oyun keçirildi və həmin oyunda hər iki halda qonaq komanda qalib gəldi. Rəvan Qarabağ görüşündə 2-1 hesabı ilə Ağdam təmsilçiləri zəfər çaldılar. Azal Qəbələ maçında isə həmin maç CBC telekanalında canlı yayımlanırdı. 2-0 hesabı ilə qonaq Qəbələ komandası o oyunu öz xeyrinə bitirdi. Bugün daha 2 görüş keçirilir. Onlardan biri artıq başa çatıb. Gəncədə Kəpəz Zirə ilə heç-heç oynadılar 1-1 və indi ekranlarımızda gördüyümüz Sumqayıt Xəzər Lənkəran görüşü ilə ikinci oyun gününə yekun vurulacaq. Sabah bir maç var. Həmin oyunu da siz CBC telekanalında canlı yayında izləyə biləcəksiniz, hörmətli tamaşaçılar. Söhbət internetçi görüşündən gedir ki, bu oyunu mənə gəlir ki, turun deyil, ümumiyyətlə mövsümün ən maraqlı qarşılaşmaları kimi də dəyərləndirmək olar. Xüsusilə Interin Avropa Liqasındakı uğurlarından sonra. Cəllov indi Alxazova qarşı ötürməsini verməyə çalışır, amma Alxazov onu sıxdı və Cəllovun geriyə ötürməkdən başqa çarəsi qalmadı. Rızazadə, sağ cinahda Elnur Cəfərova tapır. Çox texnikalı futbolçudur, ondan istifadə edərsə təhlükə yarana bilər. Bununla yararlandı. Tofiq Mikailov ona qarşı qaydanı pozur. Yan hakim çox qəti idi qərarında, düşünmədən bayrağını qaldırdı və silkələdi. Cərimə zərbəsinə işarə verdi. Sağ cinahdan cərimə meydançasına ötürmə olacaq. İndi Skarlatake və Rasim Ramaldanova diqqət. Hər iki futbolçu başla oynayan, yaxşı oynamağı bacaran futbolçulardır. Hər ikisi aktivində, ifasında qollar görmüşük. Cəfərov və Əmir Quliyev topun arxasındadır. Cəfərov sol ayaqlı idi, o uzaqlaşdı oradan. Sağ ayaqlı Əmir Quliyev yəqin ki, penalti nöqtəsinə topu göndərəcək. Xəzər Lənkəranın kapitanı və yeri gəlmişkən bu komandanın heyətində Azərbaycan çempionatlarında ən çox oyun keçirmiş futbolçu cərimə zərbəsində yerinə yetirdi. Qapıya zərbə indirilir. Amma hakim Fitə əvvəlcədən səsləndirilmişdi. Yəni buradan biraz anlaşılmazlıq yarandı. Açığı mənim üçün də bu başa düşülməz oldu. Nədən bu baş verdi? Elvin Əskərov fitini səslədi, amma əgər hakimin fitini səsləndirsə oyun dayanmalıdır. Cərimə zərbəsi yerinə yetirilirsə təkrarən bu baş verməlidir. Bəli, burada güman ki, Elvin Əskərov sadəcə cərimə zərbəsini yerinə yetirmək üçün fitini səsləndirməyə çalışdı. Sadəcə zərbədən sonra alındı. Qərarını isə dəyişmədi və qapıdan zərbə ilə topu oyuna daxil edəcək. Çünki Məhəmməd Əliyev belə anlamır. Orada cərimə zərbəsi var idi. Bəlkə də futbolçular cərimə meydançasında kobud oynamışlar, qaydalaraq pozmuşlar. Yox, qapıdan zərbədir və Şahrudin Məhəmməd Əliyev topu meydançaya göndərir. Mənə çox maraqlı olardı. Sumqayıt futbolçuları indi çox sakit bir şəkildə buna reaksiya verdilər. Amma top qapıdan keçsəydi bu zərbədən sonra burada nə baş verərdi? Təbii ki, istərdi ki, hər şeyi hamısı, hər kəs meydanda olan, istər futbolçular, istər hakimlər vaxtı-vaxtında eləsinlər. Bunlar əlbəttə kiçik metodiki səhvlər də hakimlər tərəfindən. Hakim inspektor Əli Hüseynov da hakimlərin işinə qiymət verən, yəqin ki, də öz raportunda bu məsələni diqqətdə saxlayacaq. Skarlataki uzun oynayır sol cinaha. İlyas Səfərzadə ötən mövsüm start heyətində ilk dəfə yer almış gənc futbolçu sol cinahdan 2 nəfərə qarşı tək mübarizə aparır. Cərimə meydançasına daxil olmağa çalışdı, amma ondan topu alma əvvəlcə mümkün olmadı. Olduqca cəld və sürətli bir futbolçudur. Xəzər Lənkəran hücumu davam edir. Bir qədər səliqəsiz ötürmə, amma topun meydandan çıxmasına imkan vermirlər. Qonaq komandanın hücumunu izləyəcək. Skarlatake. Top geriyə göndərilir. Sol cinahda boşluq var. Amma Skarlatake özü irəliləyir və daha bir zərbə uzaq məsafədən. Bu dəfə də qeyri-dəqiq. Zənnimcə bu ola bilsin ki, Skarlatake'də bir tapşırıqdır məşqçi Yunus Zeynədən. Çünki neçənci dəfə də hücuma onun qoşulduğunu biz görürük. Və artıq bu ikinci zərbəsidir səhv etmirəmsə Skarlatake'nin. Bu isə oyunda hesabın açıldığı an cərimə zərbəsindən sonra Sumqayıtın vurduğu qol təkrarən bizə təqdim olunur və Aqil Məmmədov komandanın baş məşqçisinin qol sevinci. Bir daha vurğulayaq. 14 nömrəli futbolçu Bəxtiyar Həsənovazadə hesabı oyunun 10-cu dəqiqəsində açdı. Skarlatake'nin zərbəsinə gəlincə Şəmsəddin Skarlatake'nin zərbələri bu oyunda ən azından həndəsi silsilələ inkişaf eləmir. Çünki ikinci birincidən daha pis alındı. İndi sağ cinahdan Uğur Pamuk sürət yığmağa çalışır. Onun qarşısında Skarlatake var. Cərimə meydançasına baxdı. Komanda yoldaşını tapmağa çalışır. Onun amma ilə ötürməsi Tural Cəlilov təhlükəni əvvəlcə o, sonra isə Mahsun Qəmbəlli uzaqlaşdırdı. Təhlükə ola bilər Orxan Əliyev. Həsənovazadə qoldan ruhlanıb və hələ ki ən yaxşı oyunlardan birini keçirir Sumqayıtın heyətində. Radəmir Quliyev indi topla irəliləyir. Xəzərin kapitanı topu, yerdə qalan topu belə deyim mümkünsə götürür və uzaq məsafədən qapıya zərbə indirir. Bəlkə də indi Skarlatake bax buna baxmalıdır. Uzaq məsafədən zərbələri bax belə indirmək lazımdır. Qapçı Şahruddin Maqamedaliyev yerində idi və bu topu tutdu. İndi isə tələsmədən topu kimə ötürəcəyinə baxır. Uzun oynadı. Skarlatake
hava mübarizələrində adətən keçilməzdi. Bu dəfə də bunu nümayiş etdirdi. Amma komandası üçün topu saxlaya bilmədi. Sol cinahda İlyas Səfərzadə. Cəmil Hacıyev indi autı yerinə yetirəcək. Sumqayıtın sağ cinah müdafiəçisi kimə topu atacağına baxır. Komanda yoldaşlarından tələb edir ki, ona bir qədər yaxın olsunlar. Mirquliyev boş qalan topa sahib çıxdı. Sağ cinahda Kazım Kazımlının hücuma qoşmağa çalışır. Həsənzadə ilə mübarizədən. Əgər out qazanmağı, mübarizədən qalib gəlmək saymaq olarsa, onda bəs Kazım Kazımlının mübarizənin qalibi oldu. Həsənzadə Ən əsası topu komandası üçün saxladı. Çətin ki, buradan Rasim Ramaldanovdan qalib ayrılmaq olsun. Bayaqki məqamı niyə vurğuladım Şəmsəddin? Bir neçə dəfə mən bizim tanınmış mütəxəssislərimizlə müxtəlif futbol məqamları haqqında müzakirə apararkən həmçinin bizim şərhçilərimizin də mövqeyi bəzən olur ki, top uzun ötürmədən sonra müdafiəçi topu auta çıxarır. Bu epizodda topun komandada qalmasını nəzərə alaraq təhlükəni soruşturmaq və mübarizədən sanki topla yenilənən komandanın qalib çıxdığını biz deyirik, amma mütəxəssislər bildirirlər ki, müdafiəçi təhlükəni soruşturubsa, deməli o vəziyyət məhz onun komandasının xeyrinə həll olunub. Ona görə biraz mübahisəli məsələlərdir. Mütəxəssislər futbola fərqli gözlərlə əlbəttə baxırlar. Jurnalistlərin və azarkeşlərin mövqeyi fərqlidir, amma hər iki tərəf mənə gəlir ki, maraqlı qollu oyunu şahidi olmaq istəyir. Sözsüz. Və hazırda Xəzər Lənkəranın növbəti hücumunun qurulduğunu izləyirik. Xəlif topu saxladı İlyas Səfərzadə üçün. O çevrilir. Qapıya baxdı əvvəlcə Rahid Əmirquliyev növbəti zərbə cəhdi. Zərbə və Məhəmməd Əliyev gözəl reaksiya ilə topu uzaq küncdən aşağı küncdən çıxardı. İki gözəl hərəkət. İstər Rahid Əmirquliyevin bu zərbəsi, istərsə də Sumqayıtın qapçısı Şahrutdin Maqamedaliyevin bir əllə bu topu qaytarması idi. Baxdı. Qapçı üçün də çox çətin bir zərbə idi. Top düz qarşısında yerə deyir, amma əhsən qalkiber. Hər şeyi düz etdi burada Sumqayıtın qapçısı Şahrutdin Maqamedaliyev. Qısa başladı Xəzər Lənkəran ikinci zərbəsində təhlükə ola bilər, amma Ruhun Hüseynov Cəmil Hacıyev orada özünü yetirdi və Sürüşmə Əfəndi ilə topu cərimə meydançasından çıxardı. Nur Cəfərov texnikasına yararlanmağa çalışır, bir qədər səhvə yol verdi və Sumqayıt bir qədər gərginliyi öz qapısı qarşısında azaltdı. Zərbə mövqeyinə isə künc zərbəsindən sonra Rahid Əmirquliyev çıxarılmışdı qonaq komandanın heyətində, amma onun qarşısını müdafiəçilər kəsə bildilər. Görüşdə 32-ci dəqiqə gedir. Sumqayıt Xəzər Lənkəran oyununda hesab 1-0'dır. Samir Abdulov. O da Sumqayıtlıdır. Sumqayıtda doğulub. Böyük qardaşı Samir Abdulov da vaxtilə Sumqayıtın şərəfini qorumuşdu. Azərbaycan bir neçə klublarının formasını giymişdi. Ömrüsə daha çox Interdəki çıxışlarına tanındı. Sonradan Qarabağa yollandı və bir qədər karyerası sanki enişə getdi. İndi Sumqayıtda əvvəlki formasını bərpa eləməyə çalışır Elnur Abdulov. Orxan Əliyev. Yeri gəlmişkən bu oyundan öncə Samir Abbasovla da biz görüşdük. Yəni bu stadionda təbii ki, həm doğma Sumqayıt komandasının oyununu izləyir, həm də yəqin ki, qardaşına oyununa baxır və sonradan ola bilsin ki, daha təcrübəli böyük qardaş kimi ona bu oyunda hər hansı bir səhvləri haqqında məlumat verəcək. Bir qədər Xəzər Lənkəran son dəqiqələrdə təzyiqi artırıb. Top demək olar ki, onların Sumqayıtın meydançanın Sumqayıt alan hissəsini tərk eləmir. Sol cinahdan indi növbəti hücum cəhdi Mahsun Qəmbərli ötürməsini verib özü qoşulmağa çalışdı, amma ilk hərəkəti səliqəsiz idi və top Sumqayıtda qaldı. Qapıdan zərbə ilə Şahrutdin Məhəmmədəliyev növbəti dəfə topu oyuna daxil edəcək, amma su fasiləsindən sonra. Sağda bir vəziyyətdə Xəzər Lənkəranın iki futbolçusu bir-birlərini başa düşmədilər və nəticədə top itirildi. Meydandan çıxan top bu fasilədənsə görüşün baş hakimi Elvin Əsgərov istifadə edərək su fasiləsi elan edir. Bir daha qeyd edək ki, hər bir hissədə bir su fasiləsi nəzərdə tutulub. Bu da yay ayında oyunun keçirilməsi ilə bağlıdır. Baxmayaraq ki, Sumqayıtda biz reportajın lap əvvəlində qeyd etdik ki, hava sərindir, amma unutmayaq ki, avqust ayında hava çox istidir və belə olan halda futbolçular meydanda biz ola bilər havanın sərin olduğunu qeyd edə bilərik. Biz futbolçular kimi meydanda qaçmırıq, hərəkət eləmirik, amma futbolçular üçün təbii ki, belə bir hava şəraitində mübarizə aparmaq çətindir. Bakı üçün sərin avqust ayında sərin ifadəsi çox nisbi və mücərrəd bir anlayışdır. Bəzən olur əlbəttə. Üstə gəlir, Rüstəm, biz sənə yüksəklikdə durmuşuq və burada təbii ki, hava biraz sərin ola bilər.
Amma Xəzərin sahilində Sumqayıt stadionunda Kapital Bank Arenadan düz Mehdi Hüseynzadə adına stadionun yanından Azərbaycan Topaz Premier Liqasının ikinci turun maçından reportaj davam edir. Su fasiləsi verilmişdi Elvin Əsgərov tərəfindən. Fasilədən yararlanaraq Xəzər Lənkəranlı futbolçular dövrüyə alıblar baş hakimi və bir qədər əvvəlki epizodu müzakirə edirlər. Xatırladım, cərimə zərbəsindən sonra əvvəlcə zərbədən sonra Elvin Əsgərovun fiti eşidildi. Futbolçular dayandılar, Ərcan Tiskarlata ki, zərbəni yerinə yetirdi, amma sonradan Elvin Əsgərov epizodu davam etdirib, qapıdan zərbə təyin elədi. Güman ki, bu məsələ ətrafında müzakirələrə gedir. Hər halda yəqin ki, qolun vurulduğu cərimə zərbəsinə qayıtmaz Xəzər Lənkəranlı futbolçular. Və yine futbolçular yenidən meydandakı mövqələrini tutacaqlar. Hakim işarəsini verir, oyun davam edir. Sumqayıt Xəzər Lənkəran görüşü Topaz Premier Liqasında ikinci turun ikinci oyun günündə sonuncu qarşılaşmanı izləyirsiniz. CBC telekanalı vasitəsilə hörmətli futbol sevərlər. Hesab 1-0'dır. Topu indi yerə salmaq mümkün olsa təhlükə də yaranacaq. Sumqayıtlı futbolçular onu yerə saldılar. Qayda pozuntusu var idi, amma Elvin Əsgərov davam işarəsi verir. Sağ tərəfdən Emin Mehdiyev qoşulur. Cərimə cəzasında Elnur Abdulov var. Emin Mehdiyevin ötürməsi zəif alındı və Mahsun Qəmbərli çətinlik çəkmədən onu qəbul edib. Sonradan da uzun zərbə ilə meydançından çıxardı. Bizdə futbolçuların meydançına dediyi fikirlər, replikalarda gəlib çıxır. Vurğun Hüseynov komanda yoldaşı Cəmil Hacıyeva topu komanda yoldaşının ayağına verməsini xahiş elədi. Cəmil Hacıyev fərqli qərar verdi və uzun out atışından sonra yenidən bir neçə metr öndə out yerinə yetirəcək Cəmil Hacıyev. Emin Mehdiyev bir qədər əvvəl qeyd elədi. Yeri gəlmişkən Sumqayıtın heyətinə qatılan yeni futbolçulardan biridir. Belə ki, keçən mövsüm biz onu Neftçinin şərəfini qoruduğunu qeyd edə bilərik. Qəmbərli mübarizədən qalib ayrıldı. Xəzər Lənkəran futbolçuların mən diqqət yetirirəm bu 35-36 dəqiqə ərzində. Demək olar ki, hər biri sürətlidir. Hər biri sürətlidir. Texnikaya maliklə topla yaxşı davranırlar. Amma əlbəttə ki, yüksək liqada oynamaq üçün təcrübə də önəmlidir. Yüksək liqada inamlı oynamaq üçün və hər turda qələbə qazanmaq üçün və yaxud xallar qazanmaq üçün təcrübə önəmlidir. Futbolçular da təcrübə oynadıqca gələcək. Tələskənlik düz deyirsən Rüstəm hiss olunur. Bir qədər əvvəlki epizodda xatırlayırsansa sadə bir vəziyyətdə topu bir-birlərinə dəqiq götürə bilmədilər. Təcrübəsizlik, əlbəttə həyəcan, bütün bunlar və rəqibin müqaviməti bütün bunlar təsirini göstərir. Qayda pozuntusu yoxdur. Sumqayıt futbolçuları hakimə buna işarə etsələr də görüşün baş hakimi Elvin Əsgərovun qərarı tam fərqli oldu. Küncdən zərbə təyin olunur. Xəzər Lənkəran komandasının 97 nömrəli futbolçusu Elnur Cəfərov standart vəziyyəti yerinə yetirəcək. Skarlatay və Ramaldanov artıq cərimə meydançasındadılar. Bundan başqa Elşən Rızazadə və Kazım Kazımlı da oradadır. Ön dirəyə ötürmək başda çox gözəl qol imza atır Xəzər Lənkəran. 8 nömrəli oyunçu Elşən Rızazadə. Sumqayıt Xəzər Lənkəran 1-1. Təhlükə uca boy mərkəz müdafiəçilərindən gözlənilirdi, amma o qədər də yüksək boya malik olmayan, lakin epizodun təkrarında biz görəcəyik nə cür yüksəyə sıçrayan Elşən Rızazadə bu topu gözəl bir şəkildə başlar qapıdan keçirir. Sumqayıt 1, Xəzər Lənkəran 1. Çox gözəl ötürmə Şəmsəddin ön dirəyə və Elşən Rızazadə heç o qədər çox tullanmağa da ehtiyac olmadı. Ustalıqla başını topun qarşısına qoydu və topu uzaq küncə göndərdi. Məhəmməd Əliyev burada komandasına heç nəyinə kömək edə bilməzdi və Yunus Hüseynovun qol sevinci özünə məxsus. Sadəcə əllərini havaya qaldırdı, amma sonradan dərhal mənə elə gəlir ki, onun sifət çizgilərindən onu oxumaq oldu ki, hələ oyun bitməyib, oyun davam edir. Sevinməyə dəyməz. Sumqayıt çox ciddi rəqibdir. Yeni transferlə gələndən sonra böyük dilemma qarşısında qalacaq Yunus Hüseynov. Kimə yeri versin? Ruslan Abuşova mı, yoxsa Elşən Rızazadəyə mi? Yoxsa bu oyunda oynayan gənc futbolcular? Çünki onlar özlərini həqiqətən çox yaxşı tərəfdən göstərirlər. Hətta hesab geridə olarkən belə biz onların ifasında çox maraqlı, çox yaxşı oyunun şahid olurduq. Amma tək ki, baş məşqçilərin baş ağrısı əlbəttə futbolçuların çox oyundan olsun, azlığından deyil. Sözsüz Rüstəm, Intra birinci turda 2-0 hesabı ilə qalib gəldilər və indi Sumqayıtla görüşdə də hücuma atılıblar. Xəzər Lənkəranın gənc futbolçuları olduqca çox gözəl təsir bağışlayırlar və sən çox düz buyurdun. Həqiqətən də Yunus Hüseynovun əsl baş ağrısına çevriləcək yeni transferlərin gəlişindən sonra bu gənc futbolçuların bu belə oyun göstərməsindən sonra kimin əsas heyətdə yer almasını həll etmək.
Dəqanov. Və düşünürəm ki, gənc futbolçular özləri də çox yaxşı başa düşürlər ki, peşəkar, daha yüksək səviyyəli ustalıq səviyyəsinə malik olan futbolçular gələndən sonra onların da əsas heyətdə yeri artıq sual altına çevrilə bilər. Odur ki, bax, şans verilib və bu şansdan sona qədər yararlanmaq niyyətindədirlər. Odur ki, bax, belə sürətli, aqressiv, sözün yaxşı mənasında futbol göstərməyə çalışırlar ki, nəticədə də baş məşqçi Hüseynovun etimadını qazansınlar və sonradan qazandığı bax, bu heyətdəki yerini qorusunlar. Qapıya zərbə ilə Sumqayıt bu hücumu tamamladı. Kimin qapıya zərbə indirdiyini mən görmədim. Buyur Rüstəm. 9 nömrə olunca Mehdiyev zərbə vurdu. Rahid Əmirquliyevin mərkəzdə nadir hallarda yol verdiyi səhvlərdən birindən sonra Sumqayıt hücum atıldı. Amma Mehdiyev rasional qalan vermədi. Daha irəliləmək olardı, amma uzaqdan zərbə indirmək qərarına gəldi. Bu da qeyri-dəqiq alındı. Orxan Sadıqlı topu meydançaya göndərir. Rahid Əmirquliyev ikinci topda birincidir. Kazımlı xeyli vaxt itirdi topu qəbul edərkən Mural Ağayev özünü yetirib onu aldı. 2 qol vurulub bizim oyunda və hər ikisi standart vəziyyətlərdən sonra Sumqayıt öz qolunu cərmə zərbəsindən sonra rəqib qapısından keçirdi. Xəzər Lənkəran isə bir qədər əvvəl künc zərbəsindən sonra bərabərlik topunu vurdu. Vurğun Hüseynov indi topladı, ötürməsini edir. Top meydanı tərk etməyib. Sumqayıt komandası topa nəzarəti saxlaya biləcəkmi? Çətinliklə də olsa bunu bacarırlar. Bəxtiyar Əzənzadə Sumqayıtda qol müəllifi gözəl ötürmə etdi. Hücum davam edir sağ cinaha. Emin Mehdiyev qapıya zərbə vura biləcəkmi? Aldadıcı hərəkətlər cərimə meydançasında, amma burada İkinci dəfə anlatmağa cəhd elədiyimin və sonradan da bunun ötəsindən gələ bilməyib qaydanı pozdu. Sanki tərəddüd etdi. Qapıya zərbə indirim yoxsa komanda yoldaşıma ötürmə və bu saniyələr itirildi. Çox vacib bir saniyələr idi. Yekunda da mən deyərdim ki, hətta özünü çaşdırdı. Daha bir aldadıcı hərəkət yersiz idi həmin epizodda. Ya qapıya zərbə vurmaq lazım idi, qabağın açıq idi və yaxud da komanda yoldaşına, hücumda olan komanda yoldaşına ötürmə etmək. Rahid Əmirquliyev. Onun oyunundan çox şey asılıdır. Kim gəlir, kim gedir, fərq etməz. Amma mənə gəlir ki, Rahid Əmirquliyevin Xəzər Lənkəranda qalması bu komanda üçün çox vacibdir. Yeri gəlmişkən bir qədər əvvəl qeyd etmişdim ki, Xəzər Lənkəranın heyətində Azərbaycan çempionatlarında ən çox oyun keçirmiş futbolçudur Rahid Əmirquliyev və indi gəlin görək onun oyun sayı nə qədər təşkil edir ölkə çempionatlarında. 239-cu oyununa çıxıb bugün Rahid Əmirquliyev Xəzər Lənkəranın heyətində ölkə çempionatlarında. Ən çox qol vurmuş futbolçu isə Zaur Ramazanovdur. 33 qol vurub Azərbaycan çempionatlarında Xəzər Lənkəranın heyətində Zaur Ramazanov və bu da komandanın rekord göstəricisidir. Lənkəran futbolunun Xəzər Lənkəran klubunun əfsanəsi mən deyərdim Zaur Ramazanov və ən çox sevilən futbolçulardan biridir. Tural Cəlilov sağ cinahda onun qarşısında. Bugün qardaşı Ağabala Ramazanov hazırda Xəzər Lənkəran rəqibi olan Sumqayıtın şərəfini qoruyur. Lakin vaxtilə məsələ Xəzər Lənkəranda parladı onun ulduzu. Ağabala Ramazanovu nəzərdə tuturuq. Asun Qəmbərli zərbə qərarı verdi uzaq məsafədən, amma o zərbəsi növbəti dəfə qeyri-dəqiq alındı. Və Ağabala Ramazanovun adını çəkdi. Reportajın əvvəlində bunu qeyd etmişdi. Bu oyunu Ağabala Ramazanov cəza səbəbindən buraxır. Birinci turda Rəvanla görüşdə o qırmızı vərəqə almışdı. Xronoloji ardıcıllığı ümumiyyətlə birinci tur qırmızı vərəqələrə bol oldu. İstər Şəhriyar Əliyevin Kəpəz Neftçi Kəpəz maçında, istər 2-6-50 oynadığı üçün sarı və 2 sarı vərəqə və sonradan qırmızı. Bəli, Rəşad Sadiqovun Qarabağ görüşündə müəmmalı qırmızı vərəqəsi. Xronoloji ardıcıllığı amma birinci qırmızı vərəqə məhz Ramazanovun ifasındaydı. Sol cinahdan indi Slavik Alxazov hücuma qoşulmağa çalışır. Bir qədər son dəqiqələrdə o fəallığını azaltmışdı cinahında, amma indi növbəti dəfə kəsərliliyini artırmağa çalışır, amma Skarlataki təhlükəni sovuşdurur. Qarşılaşmada 43-cü dəqiqə gedir. Artıq bu deməkdir ki, saniyələr ötdükcə birinci hissənin sonuna yaxınlaşırıq. Olduqca maraqlı bir 45 dəqiqə izləyirik. Bunu da etiraf etmək lazımdır. Komanda müdafiədə oturmaqla məşğul deyirlər. Hər zaman hücum haqqında düşünürlər. Qarşılıqlı hücumların da şahidi oluruq. Artıq birinci hissədə 2 qol vurulub. Ümid edək ki, elə fasiləyə yollanarkən komandalar daha bir dəfə ən azı fərqlənə biləcəklər. Qapıya zərbə indirilir. Və qapçı, Xəzər Lənkəranın qapçısı Orxan Sadıqlı bu dəfə dəqiq oynayır.
Vurğun Hüseynov idi zərbəni endirən digər mərkəz müdafiəçisi. Sumqayıtın bir mərkəz müdafiəçisi artıq qol vurub. Bəxtiyar Həsənəlizadə cərimə zərbəsindən 11-ci dəqiqəsində. Vurğun Hüseynov da görünür komanda yoldaşından geri qalmamağa çalışır. Şimdi yenə Hüseynov kapitan topladı, uzun oynayır. Acınaqda Emin Mehdiyevi tapdı qarşısında. Mahsun Qəmbərli var, onu keçə bilərsə təhlükə ola bilər. Emin Mehdiyev sürət topladı. İki nəfərin arasında daxil olur. Bu Pamukun ötürməsi yenidən Mehdiyev istiqamətinə, amma onu texniki cəhətdən düzgün eləyə bilmədi Uğur Pamuk və hücum yarımçıq qaldı. Ayağı sürüşür, müvazinətini itirir və belə oranda təbii ki, dəqiq ötürmə də etmək çətin idi. Və biz görürük ki, birinci hissənin sonlarına yaxın Sumqayıt komandası daha da fəallaşıb. Burada Xəzər Lənkəran futbolçularının etirazı da var ki, zədələnən futbolçu var. Onlar etiraz edirdilər ki, nədən Emin Mehdiyev oyunu saxlamır, topu meydandan çıxarmır. Lakin bunu etməyə borçlu deyil. Yəni fair play qaydalarını mütləq futbolçu yerinə yetirməməlidir. Hakim də meydanda var. Hakim oyunu saxlaya bilər. Hakim isə oyunu davam edir və Emin Mehdiyev tam qaydalara uyğun olaraq hakim oyunu davam edirsə öz oyunu davam edirdi. Endo Cəfərov yerdədir, onun həkimin müdaxiləsinə ehtiyacı olmadı. Növbət dəfə Elvin Əsgərov da dostcasına onun çiyninə vurub, oyunu davam etdirməsini tövsiyə edir. Cərimə zərbəsini isə Sumqayıt yerinə yetirəcək. İkinci episodda Mehdiyevə qarşı qayda pozulmuşdu. Topun arxasında Murad Ağayev dayanıb. Cərimə meydançası ətrafında Sumqayıtdan 5 futbolçu. Mən Həsənəlizadə. Burada görəm Cəmil Hacıyev, Vurğun Hüseynov, Uğur Pamuk. Şübhəsiz ki, Elnur Abdulov da forvard kimi Emin Mehdiyevdən də daxil oldu. Cərimə meydançasına Tevfik Mikayelov isə ikinci topu gözləyir. Murad Ağayevin cərimə meydançasına ötürməsi bu daha çox meydançanın ətrafında toplaşan azarkeşlərə tərəf ötürməyə bənzədir. Bu arada ehtiyat hakim artıq həm bizə, həm də burada olan azarkeşlərə birinci hissənin əsas vaxtında neçə dəqiqənin əlavə olunduğu nümayiş etdirdi. Bir dəqiqə birinci hissəyə əlavə olunur. Bu bir qədər əvvəlki Sumqayıtın hücumunu izlədik. Cərimə zərbəsini daha səliqəli bir şəkildə yerinə yetirmək lazım idi. Onu da qeyd edək ki, Rüstəm, sən də gördüyün kimi Sumqayıt böyük qüvvə ilə hücuma atılmışdı və Sumqayıtın meydanın Sumqayıta aid hissəsində yalnız qalkiper qalmışdı həmin hücum təşkil edilərkən. Skarlataki. Geriyə Orxan Sadıqlı ilə oynayır. Komandanın qapıçısı böyük ehtimalla topu irəliyə vuracaq. Bəli, meydanın rəqibi aid hissəsinə göndərilir. Top və yekunda topa nəzarət etirilir. Çırtaqanov topu Sumqayıt üçün qazanır. Kəram pressingi Bəhrə verdi. İndi Xəliyev topu qəbul edir. Əsasında əlavə olmuş bir dəqiqədə başa çatıb, amma bu hücumu yekunlaşdırmağa icazə verəcək Orxan Əsgərov. Elvin Əsgərov hücumda onu ötürməsi Əmir Quliyevdən cərimə meydançasına, amma burada Sumqayıtlı futbolçular çətinliklə də olsa topu qapıdan uzaqlaşdırırlar. Saatına baxdı Elvin Əsgərov. Top düz Orxan Sadıqlıya qədər gedib çıxdı və qapıdan zərbə ilə Orxan Sadıqlı oyunu davam etdirməlidir. Əgər buna Elvin Əsgərov icazə versə. Yox. Final fiti birinci hissənin yekunlaşdığını səsləndirən fit Elvin Əsgərovdan. Birinci hissədən sonra Sumqayıt Kapital Bank Arenada hesab bərabərdir. 1-1. 11-ci dəqiqədə Bəxtiyar Həsənəlizadə hesabı açdı və oyunun 38-ci dəqiqəsində Xəzər Lənkəranın 8 nömrə oyuncusu Elşən Rzazadə bərabərlik golunu imza atdı. Hazırda qısa bir fasiləyə ayrılacaq. Bir qədər sonra isə bu fasilədən qaydandan dərhal sonra vurulan qolları sizinlə birgə izləyə biləcək hörmətli tamaşaçılar. Komandalar artıq meydana daxil oldular. Sumqayıtın Kapital Bank arenasında Xəzər Lənkəran Sumqayıtın qonağıdır və bu oyunda indi ikinci hissəyə start veriləcək. Gəlin baxaq görək ikinci hissədə komandaların heyətlərində hər hansı bir dəyişiklik olacaqmı, yoxsa start heyətlə oyunu davam edəcəklər? Rüstəm, nə görürsən? Hələ ki, dəyişiklik hazırlandığı görünmür. Birinci hissədə start heyətində meydançaya çıxan futbolcular hamısı öz mövqelərini tutublar və bir neçə saniyə sonra Elvin Əsgərov ikinci hissənin başlanmasını işarə edəcək, start fitini səsləndirəcək və biz artıq indidən komandaların heyətləri ilə azarkeşləri və tamaşaçıları da tanış edək. Meydan sahiblərindən birincisi də başlamışdıq. Bu ənənəni davam etdirək və Sumqayıtın heyəti qapıda 1 nömrəli oyunçu Şahrudin Məhəmmədəliyev, 2 Slavik Alxasov, 3 komandanın kapitanı Vurğun Hüseynov, 5 Cəmil Hacıyev, 10 Uğur Pamuk, 13 Murad Ağayev, 14 Bəxtiyar Həsənəlizadə, Sumqayıtın birinci hissədəki yeganə qolunun müəllifi, 16 Elnur Abdulov, 18 Aleksandr Çırtaqanov, 22 Tevfik Mikayelov və 39 Emin Mehdiyev komandanın baş məşqçisi Aqil Məmmədov.
Qonaq Xəzər Lənkəran komandasının heyəti ilə tanış olun. Qapıda 1 Orxan Sadıqlı, 3 Rasim Ramaldanov, 8 Elşən Rızazadə. Xəzər Lənkəranın 38-ci dəqiqədə bərabərlik qolunun müəllifi 9 Orxan Əliyev, 11 Kazım Kazımlı, 12 İlyas Səfərzade, 14 Rahid Əmirquliyev, komandanın kapitanı, 18 Tural Cəlilov, 27 Adrian Skarlataki, 97 Elnur Cəfərov və 99 Masum Qəmbərli. Komandanın baş məşqçisi Yunus Hüseynov'da. Görüşün baş hakimi Elvin Əskərovdur. Onun köməkçiləri ilə gəlin tanış olaq, hörmətli futbol sevərlər. Beləliklə, birinci köməkçi Rahil Ramazanovdur. Digər yan xət hakimi Kamran Bayramovdur. Ehtiyat hakim isə Etibar Həsənovdur. Oyunda hakimlərə qiymət verən şəxs AFFA Hakim İnspektor Komitəsinin üzvü Əli Hüseynov və maçın AFFA nümayəndəsi də veteran futbolçu, Azərbaycan futbol veteranları olan Nüvər Xasiyev. Bütün prosedurlar həyata keçirildi, hakimləri, texniki şəxsləri sadaladıq və matça qayda. Orxan Sadıqlı indi cərimə zərbəsini yerinə yetirəcək, uzun oynayacaq rəqibin cərimə meydançası ətrafını. Orada Orxan Əliyev hava mübarizəsində qalxdı, Murad Ağayevlə mübarizədən məğlub ayrıldı. Top Sumqayıtı futbolçuda qalır. Uğur Pamuk birinci set o qədər də fəal deyildi. Orta xəttdə oyunu canlandıra bilmədi. Sağ cinatdan Emin Mehdiyev sürət yığır. Skarlataki təcrübəsi hesabına burada Emin Mehdiyevin qarşısını aldı. Mehdiyev gün zərbəsi istəyir, amma hakimlərin qərarı qapıdan zərbədir. Ümumiyyətlə, Rüstəm, düşünürəm ki, sən də mənimlə razılaşarsan. Birinci hissədə Sumqayıtın heyətində ən fəal oyunculardan biri idi Emin Mehdiyev. Ola bilsin ki, bu onunla bağlıdır ki, əksər hücumları məhz sağ cinatdan keçirməyə üstünlüyü verirdilər. Amma hər halda elə ki, Sumqayıtın heyətində öz oyunuyla heç də pis təsir bağışlamır. Həm Rəvanla görüşdə, həm də bugünkü oyunda Emin Mehdiyev Sumqayıtın start heyətində yer alıb. Xəzər Lənkəranda isə əlbəttə ki, kapitan Rahid Əmirquliyevi ayrıca xüsusi qeyd etmək lazımdır. Oyunun bütün sanki amplitudasını əlində saxlayırdı futbolçu. Lazım olanda komandasının tempi artırmasına, azaltmasına birbaşa vasitəçi rolunu oynuyordu. Bir neçə təhlükəli zərbə ilə də yadda qaldı. Və əlbəttə ki, komandanın indiki halda heyətində ən təcrübəli və ən yaxşı oyunculardan biridir. Xəzər Lənkəranın milli çempionatlarda oyun sayına görə rekordçusu Rahid Əmirquliyev. Rahid Əmirquliyevin bu cür yaxşı formada olması təbii ki, bizim bütün futbol azarkeşlərimizi sevindirməlidir. Çünki qarşıda yığma komandamızı çox çətin bir ev oyunu gözləyir. Baksel Arenada sentyabrın 3-də Azərbaycan yığma komandası Xorvatiyanı qəbul edəcək və həmin yığma komandamızın bir üzvü Rahid Əmirquliyev də var. O bugün meydandadır və böyük ehtimalla əsas heyətdə xorvatlara qarşı mübarizə aparacaq. Ona və yığma komandamıza həmin görüşdə uğurlar arzulayırıq. Siz əziz futbol sevərlərə isə üzümüzü tutaraq xahiş edirik, rica edirik ki, komandamızı həmin görüşdə tək qoymayın. Gəlin dəstəkləyin, çünki komandamızın sizə ehtiyacı var. Enden Uğur Pamuk Emin Mehdiyev hücuma koşmaya çalıştı, amma bir daha Adrian Skarlataki'nin zəngin təcrübəsi köməyinə gəldi. Rumunyan müdafiəçi gövdəsini rəqibinin qarşısına qoyub topun qapı xəttinin keçməsinə müşahidə elədi. Həm Aqil Məmmədov, həm Yunus Hüseynzadə hər iki komandanın baş məşqçilərini indi bizə göstərdilər. Çox gərgin bir şəkildə onlar bu oyunu izləyirlər. Yunus Hüseynov ümumiyyətlə heç nə demir. Aqil Məmmədov isə biz hətta onu səsini də buradan eşidirik. Çox tez-tez komandasının futbolçularına hər hansı bir tapşırıqlarını verir. Orxan Sadıqlı xeyli vaxt sərf elədi topu meydançaya göndərmək üçün, oyuna daxil eləmək üçün. Türməsindən sonra top yenidən Xəzər Lənkəranlı futbolçulardan qalır və bir daha Orxan Sadıqlı topla görüşür, yenidən uzun oynayır. Murad Ağayev topun qəbulunda Xəzər Lənkəranın futbolçusu Orxan Əliyev səhvə yol verdi. Sumqayıt komandasının oyuncuları topu ələ keçirdilər və sonradan top uğrunda mübarizə apararkən komandanın kapitanı, yəni Xəzər Lənkəranın nəzərdə tutulan Rahid Əmirquliyev qaydanı pozan oyuncu oldu. Cərimə zərbəsini meydan sahibləri dərhal yerinə yetirdilər. Pamuk birinci hissədə qeyd etmişdi ki, vaxtı ilə Xəzər Lənkəranın şərəfini qoruyub və bugünkü oyunçunda onun üçün xüsusi əhəmiyyət kəsb edir. Oynayan vəziyyət yoxdur burada. Emin Mehdiyev mübarizə apardı. İlyas Səfərzadə ilə yarım dəfəci geriyə qayıdıb səhvə yol verir. Mehdiyev təhlükəli ola bilər. Murad Ağayevi istiqamət ötürmə, amma onu Elnur Abdulov üzü istəyirəm. Qabağına da zərbə vurmağa çalışdı. Zərbəsi qapıdan xeyli aralı keçdi. Zənnimcə bu epizodda Murad Ağayeva topu buraxsaydı onun komanda yoldaşı, Murad Ağayev daha yaxşı mövqedə idi. Qapını çox gözəl görürdü və tələsmədən topa istənilən zərbəni endirə bilərdi. Ram eləməyə də vaxtı var idi. Orxan Sadıqlı indi topu oyuna daxil edəcək. Komanda yoldaşlarına bildirir ki,
irəliyə getsinlər, amma nədənsə bunu bildirəndən sonra yanındakı olan Skarlatakiyə topu göndərir. Sumqayıtın presingi var, Orxan Sadıqlı səhvə yol vermir. Soğuqqanlı bir şəkildə topu irəliyə göndərir. Tural Cəlilov. Top məhz onunla meydanı tərk edir. Sumqayıt komandasının oyuncuları tələsirlər, dərhal topu oyuna daxil etdilər. Uğur Pamuk özü irəlir, sağ cinahda topu komanda yoldaşına ötürə bilərdi, amma bir qədər bunu etməyə gecikdi. Sonradan ona qarşı qaydanı pozdular. Hər iki qolun standart vəziyyətdən vurulduğunu nəzərə alsaq, bizim üçün artıq hər standart vəziyyət, hər cərimə zərbəsi və kül zərbəsi diqqətli olmağımız bizi sövq edir. Çünki istənilən an təhlükə yarana bilər qapılar qarşısında. Ümumiyyətlə, adətən komandaların səviyyəsi bərabər olanda, meydançıda rəqiblər bir-birlərinə boş mövqelər çox verə bilməyəndə, komandaların köməyinə məhz standart vəziyyətlər gəlir. İndi onlardan birini Sumqayıt yerinə yetirəcək. 5 nəfər cərimə meydançısı xətti üzərində dayanıb, hər an Murat Ağayevin ötürməsindən sonra cərimə meydançısının daxilə şırmağa hazırdılar. Elvin Əsgərovun siqnalını gözləyir Murad Ağayev. Əvvəlcə Elvin Əsgərov cərimə meydançası ətrafında bir-biri ilə mübarizə aparan futbolçuları sakitləşdirməklə məşğul olacaq. Bəxtər Həsənzadə və Rasim Ramaldanov baş hakimi yanındadır hazırda. Murad Ağayev, hakimin işarəsi gəlir, cərimə zərbəsini yerinə yetirdi. Top uğrunda mübarizə gedir, cərimə meydançası həndəvərində. Və daha bir qayda pozuntusu, xeyr, bu qayda pozuntusu deyil, oyundan kənar vəziyyət qeydə alınır. Yan xət hakimini bizə göstərirlər. Bayraq havadadır, epizodun təkrarını izləmək maraqlı olardı. Səhv etmirəmsə, Cəmil Hacıyev oyundan kənar vəziyyətə düşən futbolçu idi Sumqayıtın heyətində. Bir daha izləyək. Bəli, oyundan kənar vəziyyət var idi. Ötürmə anında fikir verdinizsə Sumqayıtın futbolçusu qapçıya ən yaxın olan oyunçu idi. Emin Mehdiyev idi bu. Top uğrunda indi mübarizə gedir. Yalnız düşündüm ki, Sumqayıt komandasının oyuncuları topu artıq nəzarəti ələ keçirdilər. Dərhal da topu itirdilər. Və daha bir qayda pozuntusu və oyunda ilk sarı vərəqə Aleksandr Çırtaqanovdur bu səhv etmirəmsə. Sumqayıt komandasının təcrübəli futbolçusu, vaxtla yığma komandamızın şərəfini qoruyan əslən Ukraynalı Aleksandr Çırtaqanov bu qarşılaşmada ilk sarı vərəqə alan oyuncu olur. Bax bu hərəkətinə görə. Oyunun 53-cü dəqiqəsində Aleksandr Çırtaqanov sarı vərəqə ilə cəzalanır. Aleksandr Çırtaqanov artıq 10 ildən çoxdur ki, Azərbaycan çempionatlarında müxtəlif komandaların formasını geyib Bakıda tanındı. Sonradan Neftçi, Simurq, Inter karyerası oldu bu futbolçunun. Bütün komandaların adını mən hətta kimiz hansı komanda onu da bilərəm. Çox komandanın şərəfini qoruyub. Son 2 mövsümü Sumqayıtda keçirib təcrübəli yarım müdafiəçi. Rademir Quliyev topun arxasında da hakimin işarəsi gəlir. Top göndərilir cərimə meydançasında. Qapıya zərbə olacaqmı? Xeyr, müdafiəçilər topu cərimə meydançasından uzaqlaşdırmağa müvəffəq oldular. Alxazov topu yerə salana qədər xeyli vaxt itirdi və Əlşən Rızazadə də onu bağlamağa müvəffəq oldu. Ona görə də Alxazovun ötürməsi inamlı və qeyri-inamlı olmadı, həmçinin qeyri-dəqiq alındı. Tofiq Mikayılov topu Alxazovdan istəyirdi, amma Slavik Alxazovun Sumqayıtın heyətində Azərbaycan çempionatlarında ən çox oyun keçirmiş futbolçunun ötürməsi o qədər də yaxşı alınmadı. Out'u yerinə yetirdilər qonaq komandanın oyuncuları. Top uğrunda mübarizə gedir. Çox gərgin bir mübarizədir. Son bir neçə dəqiqə ərzində qayda kifayət qədər tez-tez pozulur. Bu nə ilə bağlıdır səncə Rüstəm? Əlbəttə gərginlik var. İkinci hissə, birinci hissə ilə müqayisədə hələ ki daha aşağı tempdə başlayıb və futbolçuların meydançanın hər qarşı uğrunda mübarizəsi gedir. Boşluq verməməyə çalışırlar komandalar bir-birlərinə. Çünki hər iki komandanın heyətində sürətli futbolçular və bundan yararlanmaq mümkün olacaq. İndi Emin Mehdiyev sağ cinahdan mübarizə apardı. Topu meydançada saxlamağa çalışdı, amma bunun öhdəsindən gələ bilmədi. Daha bir out. Bu dəfə də qonaq komandanın futbolçuları topu oyuna yan xəttdən daxil etdilər. Xəzər Lənkəranın hücumunu izləyə bilərik, amma burada ötürmədə səliqəsizliyə yol verilir və Rasim Ramaldanov Orxan Sadıqlıya bildirir ki, top sənin olmalıdır. Buna əməl edən Orxan Sadıqlı qüvvətli zərbə ilə topu irəliyə vurur. Top kaleidoskopik sürətlə ayaq dəyişdirir. Gah Sumqayıtda, gah Xəzər Lənkəranlı futbolçulara keçir. Yekunda yan xətti tərk elədi.
Elvin Əskərov isə işarə verib Elnur Cəfərova nə isə bildirib yenidən Sumqayıtlı futbolçuların oyuna daxil eləməsinə işarə verir, göstərir. Bu epizodda Elnur Cəfərov zədələndi, amma meydana həkimlərin daxil olmasına ehtiyacı olmadı. Dərhal hakimə bunu bildirdi. Bir qədər fasilədən sonra ayağa qalxıb oyunu davam edir Xəzər Lənkəranın gənc futbolçusu. Növbəti qayda pozuntusu bu dəfə Sumqayıtın qapısı tərəfə. Aqil Məmmədov diqqətlə bu oyunu izləyir. Sumqayıtın baş məşqçisi əgər bir qədər əvvəl çox fəal idi, öz tapşırıqlarını, göstərişlərini komanda oyuncularına verirdi. Bu görüntüləri nəzərə alıb deyə bilərik ki, indi çox soyuqqanlı bir şəkildə yalnız oyunu tamaşa etməklə məşğuldur. Cərimə zərbəsi yerinə yetirilir. Sumqayıt müdafiədədir. Xəzər Lənkəran hücumda, topun arxasında Elnur Cəfərovdur. Növbəti potensial təhlükə ola biləcək standart vəziyyətlərdən biri cərimə meydançasına top göndərildi və heç kimə dəymədən qapı xəttini tərk elədi. Ötürmə pis alınmadı. Sadəcə komanda yoldaşları yəqin ki, cərimə meydançasında düzgün mövqe seçmədilər və belə olan halda bu topa Xəzər Lənkərandan heç bir kəs çatmadı. Dəqiqələr keçdikcə bəli, əvəzi etmə ehtimalı da əlbəttə yüksəlir hər iki komandada. Mən ehtiyat oyunçular skamyasını Sumqayıtın bu hücumundan sonra hər iki komandanın ehtiyatdakı oyuncularını sadalayaram. Çertaqanov topladı. Çertaqanov Emin Mehdiyevi qoşur hücuma. Emin Mehdiyev Ramaldanovu keçsəydi təhlükə ola bilərdi, amma Ramaldanov təhlükəni 2 dəfə soruşturmağı bacardı. Buyur Rüstəm, ehtiyatda olan hər iki komandanın oyuncuları ilə bizi tanışır. Sumqayıtda qapıcı Tərlan Əhmədli ilə yanaşı Mikail Rəhimov, Nuran Qurbanov, Nodar Məmmədov, Tural Rızayev, Fuad Məmmədzadə və Elnur Mustafayevdir. Xəzər Lənkəranın ehtiyat oyuncular skamyasında isə 99-cu il təvəllüdlü 2 futbolçu var. Onlar İbrahim Qədirzadə və Yusif Həsənovdur. Həmçinin qapıcı Tərlan Qasımzadə ilə yanaşı Fərid Əsədov, Zaman Mirzəzadə, Kamran Abdullazadə və Elvin Mirzəyev. Bu 7-likdən Kamran Abdullazadə və Elvin Mirzəyevi biz ötən mövsüm Xəzər Lənkəran heyətində oyunlarda görürdük. Ünvan ki, meydançaya çıxma ehtimalı yüksək olan futbolçular məhz bunlardır. Murad Ağayev indi topu sol cinaha göndərir. Xəzər Lənkəran müdafiə olunur. Top uğrunda mübarizə aparırlar. Topu özlərinə qaytarmağa çalışırlar qonaq komandanın futbolçuları. Amma meydan sahibləri hələ ki topa nəzarəti əllərində saxlayıblar. Sol cinaha uzun bir ötürmə ola bilər. Amma xeyr, mərkəz istiqamətində bu ötürmə edilir. Və yekunda Xəzər Lənkəran komandasının oyuncuları topu ələ keçirirlər. Uzun ötürmələrin sayının artdığını biz görürük. Bu daha çox hər iki komandanın heyətində hücuma meyilli yarım müdafiəçiləri. Mən deyərdim Sumqayıtda Uğur Pamuk, Xəzər Lənkəranda isə Orxan Əliyevin pasiv olmalarıdır. Məhz onlar oyunu canlandırmalılar, məhz onlar topu üzərinə götürməlidirlər və lazım gəlsə geniş oynamalılar, lazım gəlsə qısa oynamalılar. Amma iki futbolçu da güman ki formalarının pikindən hələ ki xeyli uzaqdılar. Ən azı bu 58-59 dəqiqə ərzində belə görünür. Hakim indi fitini səsləndirib, amma futbolçular o qədər mübarizəyə qoşulublar ki, hətta hakimin fitini belə eşitmədilər bir anlığa. Mübarizəni davam etdirmək istəyirdilər. Xəzər Lənkəran yenidən cərimə zərbəsini yerinə yetirəcək və topun arxasında bu dəfə də Rahid Əmirquliyevdir, amma yox, komandanın kapitanı fikrindən dönür. Başqa yerdə lazımdır o. Xəzər Lənkəran əlbəttə. Cınatan indi Mahsun Qəmbərli cərimə meydançasına ötürməyə verməyə çalışacaq. İlyas Səfərzadə bir anda topla orada görüşdü, amma bundan lazımınca yararlana bilmədi. Murad Ağayev gözəl driblinglə iki futbolçunu zərərsizləşdirir. Sol cinaha əla ötürmə. Slavik Alxasov qoşulur. Bir qədər texniki cəhətdə səhv yol verir topu qəbul edərkən, amma təhlükə hələ sovuşmayıb. Cərimə meydançasına tərəf ötürmə. Uzaq gücdə Emin Mehdiyev üzrən Uğur Pamuk qapamağa çalışdı. Emin Mehdiyev cərimə meydançasında idi. Mübarizə gedir və Elnur Abdulov yekunda qaydanı pozdu. Bu epizodun təkrarını izləsək, bir daha Orxan Sadıqlının bir qədər inamsız oyununu qeyd etməli. Slavik Alxasovun ötürməsindən sonra qapçı bu topa çıxıb zənnimcə topu ələ keçirməli idi, amma nədənsə bunu etmədi. Nəticədə Sumqayıtın hücumu davam etdi və əgər zərbəni vuran futbolçu istənilən kimi topu qəbul etsəydi, o zaman zərbə də təbii ki daha yaxşı alınacaqdı və kim bilir həmin zərbədən sonra hesab tablodakı hesab necə olacaqdı. Çox perspektivli başlamışdı Sumqayıtın hücumu. Orada Ağayevin mərkəzdə gözəl oyunundan sonra, amma çox effektsiz alındı sonda. Burada hər hansı bir təhlükə olmayacaq. Məhəmməd Əliyev topu götürür, tələsmir. Topu kimə ötürəcəyinə baxır.
Xəzər Lənkəran indi pressing tətbiq edir, bunu da qeyd etməli və bu səbəbdən Məhəmməd Əliyevin yeganə çıxış yolu qalır ki, qüvvətli zərbə ilə topu irəliyə göndərsin. Nəticədə də top itirilir. Mahsun Qəmbərli Xəzər Lənkəran heyətində topu qazanan futbolçu olur, amma məhz bundan sonra da komanda topu itirir. Ancaq bəli, out Xəzər Lənkəranın xeyrinə təyin olunur və bu deməkdir ki, qonaqlar topa nəzarəti əllərində saxlayacaqlar. Əliyev topladı. Meydançasında Kazım topdu. Bir hərəkətlə topu qeyran edib gözəl zərbə indirdi. Məhəmməd Əliyev komandasının köməyinə yetir bu epizodda. Orxan Əliyev çox gözəl bir şəkildə dərhal topu qəbul edən kimi qapıya zərbə indirmək qərarı verdi. Qapçı üçün də bu gözlənilməz idi. Fikir verək bir daha bu hücuma, amma Məhəmməd Əliyev da əhsən ki, bu topa reaksiya göstərə bildi və bir əli ilə topu 3-cü zərbəsinə göndərdi. İndi isə qonaq komandanın futbolçuları 2-cüdən zərbəni yerinə yetirəcəklər. Ciddi etiraz var Xəzər Lənkəranlı futbolçulardan. Rasim Ramaldanova qarşı qaydanın pozulduğunu onlar iddia edirlər, amma Elvin Əsgərov qərarında qətidir. Qapıdan zərbə. Yunus Hüseynovun da reaksiyasını görmək çox maraqlı oldu. Gülümsəyərək hakimin bu qərarına reaksiya verdi Xəzər Lənkəranın baş məşqçisi. Epizodun təkrarını izlədik. Necə düşünürsən Rüstəm? Çox əlbəttə çətindir. Mübahisəli bir vəziyyət idi, amma yəqin ki, penalti yox idi orada. Adətən bu cür vəziyyətlərdə daha çox penalti vermirlər, nəinki penalti qərarı verirlər. Əliyev kəsəd oynamağa çalışdı Cəmil Hacıyevə doğru. Sonradan topu əldə edib qaydanı pozdu. Elvin Əsgərov bir neçə dəqiqə əvvəl Cəmil Hacıyevi yanına çağırıb şifahi xəbərdarlıq eləmişdi. Növbəti qayda pozuntusunda əlini cibinə atacağını söyləmişdi. Belə də olur. Cəmil Hacıyev sarı vərəqə ilə cəzalandırılır. Sumqayıtın heyətində sarı vərəqə görən ikinci futbolçu Cəmil Hacıyev oldu. Ona qədər isə sarı vərəqə Aleksandr Çırtaqanova göstərilmişdi. Bax, bu hərəkətinə görə Cəmil Hacıyev cəzalanır. Orxan Əliyev isə son bir neçə dəqiqə ərzində fəallığı ilə seçilir və komandasının heyətində ən yaxşılardan biridir. Raid Əmirquliyev cərimə zərbəsini yerinə yetirməlidir. Hakimin işarəsi gəlir. Topu birbaşa cərimə meydançasına göndərilir və qapıya zərbə də indirilir. Amma zərbə bir o qədər də yaxşı alınmır. Çətin vəziyyətdən İlnur Cəfərov yüksəlmişdi Slavik Alxazovla birgə. Əslində həmin epizoddan zərbə vurmaq üçün hünər lazım idi. Cəfərov bunu bacardı, amma qapıdan bir qədər top aralı keçdi. Son 5-6 dəqiqə ərzində Xəzər Lənkəranın üst-üstə bir neçə hücumunu izlədik. Bu hücumlardan biri qapıya zərbə ilə, çərçivəyə zərbə ilə tamamlanmışdı. Amma orada Məhəmməd Əliyev Sumqayıtın qapısı çox gözəl oynamışdı. Zərbəni yerinə yetirən futbolçu isə Orxan Əliyev idi. Və indi də cərimə zərbəsindən sonra top qapıya göndərildi. Lakin bu dəfəki zərbə bir o qədər də yaxşı alınmadı. Slavik Alxasov avutu yerinə yetirəcək Sumqayıt komandasının heyətində. Komanda yoldaşlarına bildirir ki, bir qədər ona yaxın olsunlar. Hakim isə Slavik Alxasova göstəriş edir ki, topu meydandan çıxdığı mövqedən avutu yerinə yetirmək lazımdır. Rasim Ramaldanovun zərbəsindən sonra isə top düz şərhçi kabinəsinə qədər gəlib çıxdı. Xoşbəxtlikdən bizə xəsarət yetirmədi bu top. Və yenidən Slavik Alxasov avutu yerinə yetirdi. Emin Mehdiyev topu qazanır, irəliləməyə çalışdı, amma rəqibini keçə bilmədi və hökmdə topa da çata bilmədi. Topu özündən bir xeyli irəliyə buraxdı. Nəticədə də top qapı xəttindən meydanı tərk etdi. Daha bir sarı vərəqə bu dəfə artıq Xəzər Lənkəran komandasının futbolçusuna göstərilir. Rasim Ramaldanova, səhv etmirəmsə, Elvin Əsgərov sarı vərəqəni göstərdi, hakimlə mübahisə etdiyi üçün. Orxan Sadıqlı topu oyuna daxil eləməlidir. Biraz pauzu verdi zərbədən əvvəl. Sumqayıtlı futbolçularda qalacaq. Vəsatda Uğur Pamuk. Növbəti qayda pozuntusu. Qayda pozuntuların sayı artır. Eşən Rızazadə çoxu da oynadı rəqibinə qarşı. Sonradan gəldi, üzr istədi. Qayda pozuntularının sayı da artır, sarı vərəqələrin də sayı artır və əgər belə davam edərsə, mənə gəlir ki, biz qırmızı vərəqənin verilməsinin şahidi ola bilərik. İndi Sumqayıtın sağ cinahdan hücumunu izləyirik. Cərimə meydançasında top göndərildi, amma qapıya elə zərbə endirilməyib. Bəlkə indi alınacaq. Xeyr. Xəzər Lənkəran komandasının müdafiəsi bu dəfə də dəqiq və qərəzsiz, səliqəli oynayır.
Oyunda 64-cü dəqiqə gedir, hörmətli futbol sevərlər. Sumqayıt Xəzər Lənkəran görüşünü izləyirik. Topaz Premyer Liqasının ikinci turunun ikinci oyun günündə sonuncu qarşılaşmada hələ ki bərabərlikdir. Və birinci hissədə qeyd etdiyimiz kimi gənc futbolçular haqqında danışdıq. Oyuncu dəyişikliyi indi reallaşacaq. Sumqayıt heyətində bəli, Uğur Pamuk birincisi və ümumiyyətlə bu 65 dəqiqə ərzində o qədər də fəal olmayan futbolçu 8 nömrəli oyuncu Nuran Qurbanovla əvəzlənəcək. İndi görək bundan sonra futbolçuların yer dəyişməsi necə olacaq. Tofiq Mikaylovun mərkəzə doğru getdiyini görürəm. Güman ki, Tofiq Mikaylov bundan sonra qalan dəqiqələrdə Uğur Pamukun yerində 10 nömrə, şərtdə 10 nömrə mövqeyində oynayacaq. Sonra Nuran Qurbanov isə sol cinahda öz yerini tutdu. Orxan Sadıqlı topu oyuna daxil etdi. Slavik Alxasov topun meydandan çıxmasına şərait yaradır. Belə ki, sonda top məhz rəqib futbolçuya dəymişdi. Bu isə o deməkdir ki, Sumqayıt autu yerinə yetirəcək. Slavik Alxasov özü topu oyuna altdan daxil etdi. Top uğrunda mübarizə gedir indi. Sumqayıt komandasının futbolçuları topa nəzarət edirdilər, amma burada o qədər də yaxşı oynamadılar və nəticədə topu itirdilər. Əksinə, Xəzər Lənkəranın bu hücumu çox maraqlı alına bilər. Çox gözəl qısa ötürmələrlə rəqibin müdafiəsini yarmağa çalışırlar. Təcrübəli Rahid Əmirquliyev bir qədər irəlilədikdən sonra cərimə meydançasına hətta daxil olduqdan sonra bu hücumu qapıya zərbə ilə tamamlaya bilmədi və cərimə meydançasını tərk etdi. Amma Xəzər Lənkəran elə ki topa nəzarət edir. Lakin burada oyundan kənar vəziyyət. Hakimin fikri məhz buna işarədir. Kim oyundan kənar vəziyyətə düşür qonaq komandanın heyətində? Kazım Kazımlı idi bu. Həmçinin Elnur Cəfərov da. Xətt üzərində idi Kazım Kazımlı. Elnur Cəfərov isə biraz yaxın, hakimə yaxın nöqtədə oyundan kənar vəziyyətdə qalmışdı. Məhəmməd Əliyev topu meydanın Xəzər Lənkərana aid hissəsinə göndərdi. Və yenidən artıq neçənci dəfədir ki, birə-bir mübarizələrdən, yəni top uğrunda mübarizələrdən Xəzər Lənkəran komandasının oyuncuları qalib ayrılırlar və topu qazanırlar. Sürətli çıxmağa çalışdı Xəzər Lənkəran. Yasun Qəmbərli ötürməsini verdi. Özü təklif elədi. Orxan Əliyev başla zərbə endirir. Daha inanlı oynamaq olardı bu episodda gənc yarım müdafiəçiyə. Özü də bunu fərqindədir. Anlayır ki, qapını dəqiq nişan ala bilərdi. Yaxşı ötürməkdə sol cinahdan Nur Cəfərovdan, amma üstə ötürməyi verən əlbəttə İlyas Səfərzadə idi, amma Orxan Əliyev başla qapıya dəqiq zərbə endirə bilmədi. Bir neçə dəfə Milli Çempionatda oynananda Orxan Əliyevin elə belə hücumlardan sonra qol vurduğunu görmüşük. Bəstəbəy olmağına rəğmən başla yaxşı oynayan futbolçudur Orxan Əliyev. Ümumiyyətlə, necə deyir, yaxşı futbol oynamağı bacaran futbolçudur. Bir qədər forma yığmasına əlbəttə ehtiyac var. Bir neçə variantı var idi. Həmin epizodda topu qəbul da edə bilərdi, amma zənnimcə ən düzgününü seçdi Orxan Əliyev. Sadəcə zərbəsi o qədər də yaxşı alınmadı. Slavik Alxasov topu oyuna outdan daxil etdi. Çırtaqanov geriyə Həsən Azadəyə. O öz qapıçısına Məhəmməd Əliyevi qoşur oyuna. Məhəmməd Əliyev 11 metrlik nöqtə üzərindən Vurğun Hüseynovla oynayır. Murad Ağayev başını qaldırır. Uzaq küncə sol cinaha baxdı. Nuran Qurbanova oynamağa çalışdı. Fikrindən daşındı. Çırtaqanovu tapdı yaxınlıqda. Çırtaqanov bir daha geriyə. Variant yoxdur öndə Sumqayıtlı futbolçulardan. Rəqib demək olur ki, boş ərazi vermir və bundan istifadə eləmək mümkün olmur Sumqayıtlı futbolçular. Amma indi Nuran Qurbanov təhlükə yarada bilər. Emin Mehdiyev sol cinahda Alxasovla oynayır. Düşüncə yaxşı idi, alınmadı. Buna da Xəzər Lənkəranın 97 nömrəli futbolçusu Elnur Cəfərov imkan vermədi qaydanı pozmaqla. Sumqayıtın heyətində Murad Ağayevi qeyd etmək istərdim Rüstəm. İkinci hissədə meydan sahiblərinin heyətində ən yadda qalan oyunculardan biridir. Onun da bir mövsüm Azal macerası var idi. Çox uğursuz olan mövsüm idi. 2 il əvvəl Murad Ağayev. Ötən mövsüm yenidən Sumqayıta döndü və komandanın məhz bu mövsümdən etibarən yenidən əsas futbolçusuna çevrilib bu gənc futbolçu. Bir qədər əvvəl meydana daxil olan Nuran Qurbanov indi cərimə zərbəsini yerinə yetirdi Sumqayıtın heyətində. Sumqayıt komandasının oyuncuları hakimə baxırlar. Penalti burada var idi, yox idi, amma oyun davam edir. Out'u yerinə yetirəcəklər meydan sahiblərinin futbolçuları. Yenidən topu oyuna Nuran Qurbanov daxil edəcək. Xeyr, bu imkanı Slavik Alxasova verir. Çırtaqanov. Yəqin ki, mərkəz müdafiəçisi Vurğun Hüseynovla oynayacaq. Belə də olur. Vurğun uzun oynadı cərimə meydançasına tərəf. Skarlataken keçmək asan olmayacaq.
Asun Qəmbərli yenə uzun oynayır. Bu dəfə ünvansız ötürmə alındı Xəzər Lənkəranın sol cinah müdafiəçisindən. Bəxtiyar Həsən Alazadə indi topu qapıçısına Məhəmməd Əliyevə göndərir. Məhəmməd Əliyev tələsmir, gözləyir ki, komanda yoldaşları öz mövqelərini tutsunlar və sonradan topu oyuna daxil edir Qalkibir. Oyundan kənar vəziyyət qeydə alınır. Emin Mehdiyev də dərhal Rasim Ramaldanov buna yan xətt hakiminə işarə edir. Söz növbəsində Elvin Əsgərova işarəsini verdi. Elvin Əsgərovun da fiti bunu rəsmiləşdirdi. Emin Mehdiyev oyundan kənar vəziyyətdə idi. Oyunda 79-cu dəqiqə gedir. Sumqayıt Xəzər Lənkəran görüşündə hesab 1-1'dir. Üzr istəyirəm, 71-ci dəqiqə gedir oyunda. Əlbəttə 79 dəqiqə bu qədər tez keçə bilməzdi. Onu deyim ki, maçdan sonra şübhəsiz ki, biz ənənəmizə sadiq qalaraq maçdan dərhal sonra komandaların baş məşqlərindən və futbolçularından eksklüziv flash müsahibələr götürməyə çalışacaq. Bunun üçün Şəmsəddindən və məndən ikimizdən birimiz oyun meydançanın kənarında olacaq. Bununla bağlı elan da verəcəyik. Artıq bir neçə maçdır ki, oyundan sonra biz komandaların baş məşqləri və futbolçuları ilə danışırıq və onların arasında əlbəttə çox rezonans doğuran açıqlamalar verənləri də olur. Və düşünürük ki, bütün bunlar siz, əziz futbol sevərlər, sizin üçün edilir və düşünürəm ki, siz bunlardan məmnun qalsınız. Qarşıdakı reportajlarımızda da müxtəlif yeniliklərdən istifadə edəcək. Kollektivimiz də get-gedə böyüyəcək. Bütün bu planlar barədə indidən nə isə dəqiq söyləmək istəməzdim. Sadəcə səbir edin, bizə imkan verin, bizi izləyin. Oyundan oyuna çalışacaq ki, hər şey ürəyinizcə olsun. Daha yaxşı, daha keyfiyyətli bir şəkildə futbolumuzu sizə nümayiş etdirək. İlyas Səfərzadə dribling göstərməyə çalışdı. Elnur Abdulov bundan yorulub topu meydançadan kənarlaşdırır. Yunus Hüseynov çox gərgindir. Hazırda köməkçiləri ilə nədənsə danışır, bəlkə də məsləhət alır, bəlkə də öz fikirlərini bildirir. Və emosiyalarını çıxardır sadəcə. Yunus Hüseynov biz bilirik ki, olduqca emosional bir insandır. Yəni bu variantda istisna deyil Rüstəm. Görüşdə 73-cü dəqiqə gedir. Slavik Alxasov topu oyuna outdan daxil etdi. Xəzər Lənkəran bu dəqiqələrdə çox istəkli görünür. Rahid Əmirquliyev topu qəbul etdi. Qısa ötürmələrlə meydanın mərkəzində irəliləməyə çalışırlar Xəzər Lənkəran futbolçuları, amma topu itirirlər və dərhal topu ələ keçirən Sumqayıt komandasının oyunçuları əks hücum qurmağa çalışdılar. Alınmadı. Təcrübəli Rahid Əmirquliyev topu qazanır komandası üçün. Bir aldadıcı hərəkət, bir rəqib futbolçunu keçməyə imkan verir, amma sonradan topu ondan alırlar. Murad Ağayevdən daha bir gözəl dribling. Bir qədər əvvəl biz onun yaxşı texnikaya malik olduğunu gördük. Slavik Alxasov topa çatacaqmı? Sürəti yetəcəkmi? Xeyr, topa çatacaqdı bəlkə də əgər Rasim Ramaldanov olmasaydı. Sürüşmə fənni ilə Rasim Ramaldanov topu meydandan çıxarır. Əks halda topa çatmasaydı Rasim Ramaldanov və Slavik Alxasov onu qabaqlasaydı, meydan sahiblərinin çox təhlükəli bir hücumunu izləyə bilərdi. Belə ki, artıq mərkəz müdafiəçi Xəzər Lənkəranda öz mövqeyində deyildi. Sol cinahda boş idi və Slavik Alxasov belə olan vəziyyətdə irəliləsəydi, kim bilir Sumqayıtın hücumu nə ilə nəticələnəcəkdi. İndi isə bütün diqqətlər Xəzər Lənkərana, qonaq komanda hücumdadır. Səfərzadə çox sürətli idi, amma Cəmal Hacıyev son anda ayağını topun qarşısına qoya bildi. Amma Xəzər Lənkəran oyuncu Namil Roxəliyev zərbə vura bilər. Buradan zərbələri var onun, amma daha yaxşı zərbələri vurduğu vaxtları biz görmüşük Roxəliyevin ifasında. Hər iki komandanın müdafiəçiləri bu ana qədər çox səliqəli oyunları ilə diqqət çəkirlər. Ən əsası da son bir neçə dəqiqə ərzində həm Rasim Ramaldanovun gözəl oyunu, həm də Camil Hacıyevin sürüşmə fənnini dəqiq yerinə yetirdiyini qeyd edə bilərik. Məhəmməd Əliyev topu irəliyə göndərir. Burada Skarlatake ilə mübarizə aparmaq təbii ki çətindir və Xəzər Lənkəran topu qazanır. Hakim davam işarəsi verir və yalnız indi
oyunu saxlayır. Zənnimcə ən düzgün qərar verir Elvin Əsgərov. Bir qədər fasilə götürdü. Əgər Xəzər Lənkəran komandasının futbolçusu topa çatsaydı, o zaman hücumu davam etmək olardı və belə olan halda hakim fasilə götürüb gözlədi və gördü ki, sonradan topa yetişə bilməyəcək qonaq komandanın oyuncusu və bu səbəbdən də bir qədər gec də olsa fitini səsləndirdi və indi cərimə zərbəsini Xəzər Lənkəran futbolçusu, komandanın kapitanı Rahid Əmirquliyev yerinə yetirəcək. Demək olar, əksər hallarda standart vəziyyətləri Rahid Əmirquliyev yerinə yetirir komandasının heyətində. Yəqin ki, uzun oynayacaq cərimə meydançasının mərkəzinə doğru. Oradan 4 futbolçu var hal-hazırda Xəzər Lənkəranda. Onlar 5 Sumqayıtlı futbolçu nəzarət edir. Cərimə meydançasına ötürməz. Qarlataki boş mövqeyə açılmışdı, amma müdafiəçilər sayıq oynadılar. Slavik Alxasov topu meydançasında saxlamağa çalışdı. Tovik Mikhailov komanda yoldaşına kömək eləyərkən zərər verdi və künc zərbəsi yerinə yetirəcək. Əvvəlcə əvəz etmə olacaq. Xeyr, zənnimcə Rüstəm, bu su fasiləsidir. Belə ki, birinci hissədə biz qeyd eləmişdik ki, hər iki hissədə komandalar, hər iki komanda oyundan öncə komanda rəsmiləri ilə danışılıb və hər iki hissədə bir dəfə su fasiləsinin verilməsi qərarına gəlinib. Bu fasilədən isə biz istifadə edib, hələ ki vurulan qollara gəlin bir daha nəzər salaq. Görüşün 11-ci dəqiqəsi Sumqayıt cərimə zərbəsini yerinə yetirir və qolu Bəxtiyar Həsənalazadə vurur. Və Elşən Rızazadə də Xəzər Lənkəranın bərabərlik qoluna imza atdı. Elnur Cəfərovun gün zərbəsindən ötürməsindən sonra 2 gözəl qol mən deyərdim izlədik və bu hər iki qol mənə gəlir ki, turun gözəl qolları hit paradına düşməyə namizədlərdən sayıla bilər. Söz, tamamilə səninlə razıyam Rüstəm və onu da bildirim ki, Xəzər Lənkəranın bərabərlik qolu oyunun 38-ci dəqiqəsində vuruldu. Hələ ki, bu fasilədən yaralanıb gəl bir daha keçilən oyunlara ikinci turda nəzər salaq. Nəticələrlə tamaşaçılarımızı tanış edək. Ötən gün 2 görüş keçirildi. Rəvan Qarabağ oyununda hesab 1-2 oldu. Qonaq Qarabağ komandasının xeyrinə həmin görüş nəticələndi. CBC telekanalının efirində yayımladığımız Azal Qəbələ oyununda da qonaqlar yekunda qalib gəldilər. 2-0 hesabı ilə Qəbələ qələbəni qazandı. Mərdəkanda, Dalğa Arenada həmin görüş baş tutmuşdu. Bugün daha 2 görüş keçilir. Biri artıq başa çatıb, tarixə qovuşub. Söhbət Kəpəz Zirə oyunundan gedir. Həmin oyunda qalib müəyyənləşmədi. 1-1 hesabı ilə həmin qarşılaşma başa çatdı və bugünkü izlədiyimiz görüş Sumqayıt Xəzər Lənkəran oyunudur ki, bu oyunda hazırda 77-ci dəqiqə gedir. Cərimə zərbəsini yerinə yetirəcəklər qonaq komandanın futbolçuları. Topun arxasında Elnur Cəfərovu görürük. Çox böyük qüvvə ilə indi hücuma keçib Xəzər Lənkəran. Cənub təmsilçisi təbii ki, bu oyunda qalib gəlmək istəyir. İlk turdakı oyunda Inter'i 2-0 hesabı ilə məğlub etdilər doğma meydanda və indi səfərdə Sumqayıta qarşı görək hansı nəticə qazanacaqlar. Məhəmməd Əliyev bir qədər çıxışda inamsız oynadı. Burada Sumqayıtın qapıçısı, amma hər şey yekunda meydan sahibləri üçün yaxşı nəticələnir bu hücumdan sonra. Məhəmməd Əliyev tələsmədən topu qapıcı meydançasının xətti üzərinə qoydu. Komanda yoldaşlarına göstərişlərini verir. Daha mərkəzə toplaşmaq və sıx oynamaq kimi uzun oynayacaq əlbəttə. Göndərir rəqibin cərimə meydançası ətrafına mübarizədən. Sumqayıtlı futbolçular qalib ayrıldılar. Elnur Abdulov sağ cinahda Emin Mehdiyev onun yanından, amma Skarlataki özünü yetirib topu Elnur Abdulovun ayağından çıxardı. Daha bir təhlükəli epizod yaşana bilərdi əgər sağda Emin Mehdiyev topu qəbul edə bilsəydi. Abdulov Əmirquliyev toplaydı Kazımlının, amma Vurğun Hüseynovun vaxtında mövqeyini tərk edib topu almasını mütləq qeyd etmək lazımdır və hətta komandanın kapitanı kifayət qədər təhlükəli mövqedən cərimə zərbəsi qazandırdı. Əlbəttə buradan birbaşa zərbədən söhbət getmir. Təhlükə o mənada ki, cərimə zərbəsinə ötürmək vermək olar və orada qapıya zərbə endirmək mümkündür. Vurğun Hüseynov topu çox gözəl bir şəkildə komandası üçün qazandı. Sonradansa hücumu davam etdirməyə qərarına gəldi və yalnız qayda pozusu sayəsində onun qarşısını ala bildilər Xəzər Lənkəranın futbolçuları. Zaman Mirzazadə hazırlaşır. Siz də kanalınızda görürsünüz. Xəzər Lənkəranın gənc futbolçusu 20 yaşı var. Onun meydançaya kimin əvəzinə daxil olacaq. Yəqin ki, epizod oynanıldıqdan cərimə zərbəsindən sonra əvəz etmə həyata keçiriləcək. Slavik Alxasov topun arxasında da sol ayaqla topu cərimə meydançasından uzaq tərəfə göndərir. Orxan Sadıqlı çətinlik çəkmədən
topa yiyələndi və cəld oynamağa çalışdı. Rahid Əmirquliyev İlyas Səfərzadəni qoşacaqmı? Yox. Pazaveri indi ötürür İlyas Səfərzadəyə. Xəzər Lənkəran sürətli gəlib. Cəmiyyət müdafiəsi daxilində artıq 2 futbolçu var. Elnur Cəfərov da uzaq gücdən yaxınlaşır. Top məhz ona qədər gəlib çıxdı. Ağlatdı rəqibini, zərbə endirəcək və top qapının yanından keçdi. Hətta epizod o qədər sürətli baş verdi ki, Şəhrudin Məhəmməd Əliyevin topa toxunmadığını sezə bilmədi. Təkrarını izləyəcək. Mənə elə gəldi ki, qapıcı topu qaytardı. Gəl bir daha izləyir Rüstəm. Bəli. Qalkipirin üzünə dəyən top. Bəli, aşkar burada. Bəli. Gün zərbəsi idi və Şəhrudin Məhəmməd Əliyev də zərbədən əziyyət çəkir. Amma Elvin Əsgərovun qərarı qapıdan zərbədə diqqət yetirək. Bəli, əlbəttə. Amma bir qədər əvvəl sən qeyd etdiyin kimi Rüstəm, hadisələr elə sürətlə inkişaf edirdi ki, təbii ki, hakimlər görünür bu epizodun sonunda hər şeyi dəqiq izləyə görə bilmədilər və nəticədə də düzgün qərar çıxarmadılar. Halbuki bizə təqdim olunan epizodun təkrarında dəqiq söyləyə bilərik ki, sonda top Sumqayıtın qapıçısına deydi. Və dəyişiklik Xəzər Lənkəran heyətində 11 nömrəli futbolçu Kazım Kazımlını 32 nömrəli futbolçu Zaman Mirzəzadə əvəzləyir. Taktiki sxem dəyişilməz olaraq qalır. Və Zaman Mirzəzadə yarım müdafiənin mərkəzində yer alır. Ya da hücum xəttində əlbəttə Orxan Əliyevli onlar yerlərini güman ki tez-tez dəyişəcək. Sumqayıt hücum təhlükə ola bilər. Toğrul Mikayev cərimə meydançasındadır. Pauza verdi. Murad Ağayev özünü təklif edirdi. Düz cərimə meydançasının qarşısında. Amma Toğrul Mikayev onu görmədi. Özü çox gücdən iti bucaqdan zərbə endirməyə çalışdı. Zərbəsi dəqiq alınmadı. Rüstəm, bir qədər əvvəl sən qeyd elədin ki, bu oyunun da sonunda biz tamaşaçılarımızı komandaların məşqçiləri ilə və yaxud da oyunçuları ilə onların fikirləri ilə tanış etməyə çalışacaq və əgər sən etiraz etmirsənsə, bu dəfə bu işi mən görərdim. Əlbəttə bu işə mən səni bizim tamaşaçılarımızla baş-başa buraxıram və addımlayıram xüsusi texniki zonaya, haradakı biz müsahibələri komandalar rəsmilərindən götürəcəyik. Təşəkkürlər Şəmsəddin uğurluyuruq müsahibə nöqtəsinə və Sumqayıt Xəzər Lənkəran maçında 82-ci dəqiqə gedir. Hesab 1-1-dir. Birinci hissədə 11-ci dəqiqədə Bəxtiyar Həsənzadə Sumqayıtın müdafiəçisi hesab açdı. 38-ci dəqiqədə Elşən Rızazadə bərabərlik qoluna imza atdı. Hər iki tərəfin ifasında qol görmüş. Hər iki tərəfin ifasında sürətli oyunun şahidi oluruq. Zaman-zaman bəzən temp düşlər. İndi Xəzər Lənkəran hücumu təhlükə ola bilər. Rahid Əmirquliyev cəmiyyət qarşısındadır. 2 futbolçunu keçdi. Zərbə edilmək qərarına gəldi. Amma zərbəsi qapıdan aralı. Qapının üstündən keçdi bu epizodda. Rahid Əmirquliyev təşəbbüsü üzərinə götürdü. Komanda yoldaşları ilə oynamadı. Və onun bu qərarı effektli alınmadı. Sumqayıt bu dəqiqələrdə texniki zonada hal-hazırda bir canlanma var. Oyuncu dəyişikliyi olacaq Sumqayıtın heyətindən. Nodar Məmmədov hazırlaşır. Sonradan biz kimin əvəzləyəcəyini görək. İsə Sumqayıtın hücumuna baxaqsa Acınaqda Elnur topu bir qədər özündən elə atdı. Bəs Karlataki yenidən təcrübəsini köməyə çağırıb təhlükəni soruşdurur. Elnur Abdullah isə sonradan rəqibi İlyas Səfərzadəyə qarşı qaydanı pozdu. Elnur Əsgərov tələsmədən o nöqtəyə doğru irəliləyir və bir qədər düşünəndən sonra əlini cibinə atıb sarı vərəqəni çıxarmaq qərarına verdi və Sumqayıtın heyətində 3-cü futbolçu da sarı vərəqə ilə cəzalandırıldı. Bu Elnur Abdulovdur. Buna qədər isə Cəmil Hacıyev və Aleksandr Çertaqanova sarı vərəqə göstərilmişdi Sumqayıtdan. Orxan Sadıqlı uzun oynayır. Heç kim mübarizəyə qalxmadı. Vurğun Sayev rahatca topu uzaqlaşdırdı. Emin Mehdiyev Acınaqda Elnur Abdulova doğru topu önünə ata bilərsə təhlükəli ola bilər. Amma Rasim Ramaldanov keçilməzdi hələ ki. Çertaqanov. Nodar Məmmədovu da sonra bizə göstərir. Hazırlaşır meydançaya daxil olmağa. Mən 4-cü hakimin əlində 39 nömrəli tablonu görürəm. Emin Mehdiyev əvəzlənəcək. Yarım müdafiəçi, nominal yarım müdafiəçi. Nominal müdafiəçi ilə əvəzlənəcək. Nodar Məmmədov müdafiəçidir. Müdafiənin solunda və bəzən də mərkəzində oynaya bilir.
O yalnız meydançaya daxil ondan sonra hansı mövqeyi tutacağını biz görəcəyik. Ola bilər ki, Nodar müdafiənin soluna keçsin. Slavik Alxas isə artıq yarım müdafiədə oynasın. Mehdiyev tələsmədən meydançanı tərk edir. Xəzər Lənkəranın futbolçulardan da heç kim onu tələsdirmir. Yaxşı oyun keçirdi Emin Mehdiyev. Bu il Sumqayıtın Neftçidən transferi hərəkətli olmağa çalışdı. Azarkeşlərə alqış payını da göndərdi. Öz alqış payını da aldı. Nodar Məmmədov, Aqil Məmmədovun bu dəyişikliyinin hesabı qorumaq üçün hesablandığını demək olmaz əlbəttə indidən. Baxmayaraq ki, meydançaya müdafiəçi buraxır. Sadəcə Slavik Alxasov universal futbolçudur. Həm yarım müdafiədə, həm də müdafiədə oynaya bilir. İndi də növbəti son 5-6 dəqiqəni Slavik Alxasov orta xəttə keçirəcək. Top Məhəmməd Əliyevə qədər gəldi, çıxdı. Vurğun Hüseynov. Bəxtər Səmanzadə. Ad soyadı çətindir birdən-birə tələffüz eləmək. Amma əsas məsələ oynadığı futboldur və deyərdim ki, 86 dəqiqə, 85-86 dəqiqə ərzində Bəxtər Səmanzadə hələ ki, öz oyununa sual yeri qoymayıb. Üstəlik, komandasının yeganə qolunun da müəllifi olub oyunun 11-ci dəqiqəsində. Adamlar düşünür topu kimi atsın. Öz cinahı ilə yəqin ki, topu ora göndərəcək. Slavik Alxasov geriyə göndərdi. Tofiq Mikayılov orada mübarizə Mikayılov Ramaldanov arasında birinci yerdə qaldı. Başını tutub Elvin Əsgərov digər epizodda qayda pozuntusunu qeydə aldı. İndi Tofiq Mikayılova yaxınlaşır. Zədəsi ciddidir, deyilmi onu əmin olmaq üçün. Amma görünür Tofiqin həkim müdaxiləsinə ehtiyacı olmayacaq və o ayağa qalxacaq. Təklarına baxaq. Bəli, ikili mübarizə, topa oynamaq cəhdi Rasim Ramaldanovdan. Amma çox ağrılı zərbə aldı əlbəttə başının arxasına Tofiq Mikayılov. Xoşbənlikdən hər şey yaxşı qutardı. Ramaldanov Elnur Abdullovdan bir qədər məsafəni açmağı istədi həmçinin yan hakimdən. Növbəti yerdə qalan futbolçu var Elşən Rızazadə. Oyunun sonu əlbəttə isti hava təsirini göstərir. Süni meydança futbolçular xeyli qaçdılar, əlbəttə xeyli enerji sərf elədilər və yerdə qalmaların da sayı artır. Ümumiyyətlə, maçın indi bu dəqiqələrdə futbolçuların hərəkətlərinə diqqət etirsək, hesabın hər iki komandanı qane elədiyini demək olar müəyyən mənada. Əlbəttə, Sumqayıt öz meydançasında oynayır və mövsümə ev qarşılaşmasına 3 xalla start vermək istəyərdi. Bunu kim istəməzdi ki, amma Xəzər Lənkəran kifayət qədər dişli və ağır rəqib təsiri bağışladı. Bugün baxmayaraq ki, ideal heyətdən çox uzaqdır. Bir daha artıq reportajın gedişində bir neçə dəfə vurguladıq ki, Xəzər Lənkəran transfer qadağası üzündən yeni transferlərin xidmətlərindən sentyabr ayına qədər istifadə edə bilməyəcək. Amma gənclərlə də Yunis Senovun komandası çox məzmunlu və sürətli futbol göstərməyə çalışır. İlk turda da Interə qalib gəlmişdilər və çempionatın liderlərindən biridir. Hal-hazır ki, duruma biz baxsaq, əgər bu maçı keçə ilə başa vurarsa, Xəzər Lənkəran xalların sayını 4-ə yüksəldəcək. Sumqayıt da məğlubiyyətsiz oyunlar seriyasını davam etdirə bilər. Birinci turda komanda səfərdə Rəvanla qolsuz bərabərliyə qalmışdı. Əsgərov fiti verdi. Ramaldanov Skarlataki oynuyor. Skarlataki sol cinahda Qəmbərli. Cəmi meydançasının mərkəzinə, yeni meydançaya çıxan Mirzəzadəyə, amma qaydanı pozur. Forward, 32 nömrəli futbolçu Zaman Mirzəzadə gəlmə zərbəsini Sumqayıt yerinə etəcək. Bu arada Elşən Rızazadə də birinci dəqiqə əvvəl zədələnib yerdə qalan futbolçu da meydançaya qayıdır. Dayaq yarım müdafiəsi mövqeyində öz yerini tutur. Aydemir Quliyev topu rəqibinin ayağına vurdu və out qazandı komandasına. Temp düşdü son dəqiqələrdə. Azarkeşlər də sanki sakitləşdilər. Oyunun gedişini əlbəttə azarkeşlər çox yaxşı hiss edirlər. Ümumilikdə maç məzmunlu keçdi, amma
son dəqiqədə çox şey baş verə bilər. Tələsməyək, Murad Ağayev indi topladı. Xeyli topla davrandı. Çerteqanova tapır. Çerteqanov Nuran Qurbanova iki müdafiəçinin arasından Slaviq Alxazov'u qoşmağa çalışsa da Alxazov özü bu fikirdə deyildi. Ümumiyyətlə bu ötürməyə heç hazır deyildi. Sumqayıtın bu indiki an üçün cinah yarım müdafiəçisi. ...90-cı dəqiqə başladı. Hakimin daha 2-3 dəqiqə əlavə edəcəyini gözləmək olar. Birinci hissədən fərqli olaraq ikinci hissədə dayanmalar və pauzalan sayı çox oldu. Bir neçə əvəz etmə də həyata keçirildi. Üstədə əlbəttə su fasiləsində qeyd eləmək lazımdır. Yəni futbolcular məclisi daha 3-4 dəqiqə keçirəcəklər. Bu dəfə Çerteqanov yerdə qalıb. Ayağı güman ki burxulub və komanda yoldaşının köməyi lazımdır ona. Murad Ağayev ilk tibbi yardımı göstərdi. Ümumiyyətlə Xəzər Lənkəranın bu maçda çox yaxşı təsir bağışladığını demək olar. Hər iki komandanın haqqında eyni sözləri demək mümkün, amma Xəzər Lənkərandan gözləntilər mövsüm əvvəlində o qədər də yüksək deyildi. Gənclərdən ibarət heyət əlbəttə sözün deməkdir, amma ilk turda qələbə və bu turda da hələ ki maçın sonunda 4 dəqiqə qalmış komanda Sumqayıtda bərabərliyi yaxalayıb. Bəli, 4-cü hakim maçın əsas vaxtına, ikinci hissənin vaxtına 4 dəqiqə əlavə olduğunu göstərdi bizə. Xəzər Lənkəran indi son sürətli hücumlardan birini qura bilər. Elnur Cəfərov sürətli irəliyir. Orxan Əliyev təhlükə ola bilər. Orxan Əliyevin zərbəsi yerlə, amma Şahrudin Məhəmməd Əliyev hər şeyi nəzarətdə saxlayırdı və son anda da əlini çəkdi və topu rahatca qapı xəttinin keçməsinə şərait yaratdı. Zərbənin təkrarını izləyək. Məsafə uzaq idi. Və qapı çərçivəsinə Orxan Əliyev düşə bilmədi. Məhəmməd Əliyevin uzun ötürməsi. Mübarizə gedir meydançan mərkəzində. Qayda pozuntusu Sumqayıtlı futbolçular tərəfindən Elvin Əsgərov göstərir. Bildirir ki, zərbəni yerindən başlamaq lazımdır, yerindən vurmaq lazımdır. Bir neçə addım kənardan. Skarlataki bunu eləyəcək. Əmir Quliyev. Rasim Ramaldanov. Mərkəz xətti keçdi. Cəmi meydançasına tərəf göndərir topu. Məhəmməd Əliyev çıxışdı. İnamlı oynayır və Cəmi meydançasının mərkəzində düz penalti nöqtəsinin üzərində topu ələ keçirdi. Bir neçə aldadıcı hərəkətdən sonra topu irəli vurmaq qərarına gəlir Məhəmməd Əliyev. Düllüyü qazanır top. Növbəti out. Və qayda pozuntusu olmasa sarı vərəqə göstərdi idmançıya yaraşmayan hərəkətə görə. Elvin Əsgərov Xəzər Lənkəran 12 nömrəli futbolçusu İlyas Səfərzadəyə. İkinci hissədə sarı vərəqələrin sayı artdı. Fasiləyə biz sarı vərəqə olmadan daxil olmuşduq. Məhəmməd Əliyev bir qədər riskli oynuyor. Bəxtər Səfərzadəyə qarşı kömür oynuyor. Hansı vərəqə? Nə rəngdədir bu vərəqə? Sarı vərəqə Bəxtər Səfərzadəyə. Güman ki, rəqibi real Qaşqar qolundan məhrum eləmək epizodu görmədi burada Elvin Əsgərov. Çünki əks halda Bəxtər Həsənzadəyə qırmızı vərəqə göstərilməliydi. Amma bu epizodda əlbəttə ki, Sumqayıtlı futbolçular bəzi öz qapçıları Şahrudin Məhəmməd Əliyevi günahlandırmayırlar. Epizodun təkrarını görürük. Qayda pozuntusu aşkardır. Amma Bəxtiyar Həsənzadənin başqa çarəsi qalmadı. Hər şey isə Məhəmməd Əliyevin topu ərəndə saxlayıb qeyri dəqiq ötürmə verməsindən və Xəzər Lənkəranlı futbolçuların topu ələ keçirməsindən başladı. İndi 90 üstəgəl 4-cü dəqiqədə hakim əlavə elədiyi 4-cü dəqiqədə Xəzər Lənkəran təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirəcək
və oyunun taleyini həll edə biləcəyi epizodun şahidi ola bilərik. Elvin Əsgərov yox olan spreyi çəkdi. Həmin məsafəyə hal-hazırda Məhəmməd Əliyev də canlı sərt durur. Topun arxasında Rahid Əmirqiliyev də ondan başqa namizəd əlbəttə tapma olmazdı bu zərbəni yerinə yetirməyə. Komandanın kapitanı son 15 saniyə maçda Elvin Əsgərov əvvəlcədən fitilini göstərdi və Rahid Əmirqiliyevə bildirdi ki, siqnal işarə verilmədən zərbənin yerinə yetirməsin. Elvin Əsgərov yavaş-yavaş zərbə olan mövqeyini tərk edir. Biti getirir, siqnalı verir. Rahid Əmirqiliyevin zərbəsi və top qapının üstündən keçir. Özü də əlbəttə özünə hissləndi. Daha inanlı vurmaq olardı. Elə qapçının dayandığı küncə göndərdi, amma deyəbiləm ki, top qapıya geçsəydi belə, onu yəqin ki, geçsəydi belə Məhəmməd Əliyev topu qapıdan çıxaracaq edir və maç başa çatır. Elvin Əsgərovun final fiti Sumqayıtdan Topaz Premyer Liqasının ikinci turun maçında bərabərliyi qeydə alınır. Sumqayıt 1, Xəzər Lənkəran 1 oyunun 11-ci dəqiqəsində Sumqayıtın 14 nömrəli futbolçusu Bəxtiyar Həsənizadə hesabı açdı. 38-ci dəqiqədə isə Xəzər Lənkəranın oyuncusu Elşən Zadə hesabı bərabərləşdirdi. Oyundan sonra futbolçular bir-birlərinə minnətdarlığını bildirirlər. Azarkeşlər də yavaş-yavaş stadionu tərk edirlər bu dəqiqələrdə. Şəmsəddin müsahibə mövqeyindədir. Əgər onun yanında bir nəfər olarsa mənə işarə verəcək, mən sözü ona buraxacam. Bu maçdan sonra Xəzər Lənkəran xallarının sayını 4-ə yüksəltdi. İlk turda Interjanda qələbədən sonra Xəzər Lənkəran məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir. Artıq bu seriyaya çevrildi ikinci oyun və ikinci məğlubiyyətsiz oyun. 4 xal Sumqayıt da indi ilə hələ ki bu mövsüm yenilməyib. Birinci turda Rəvanla yetişirdən sonra komanda evdə Xəzər Lənkəranla da bərabərə qaldı. 1-1.